Başladıq. Gülər müəllimə gəlin zəhmət olmasa. İyun qrupundan hər kəs çağıracağım. Hamı burada olsun. Bəli, müəllimə. Aha, getdik Gülər müəllimə. Salam. Gülər müəllimə, dünənlərimdə mən sizə nəzəriyyələrdən bağlı sual verə bilməmişdim. Başlayaq sual-cavabımıza. Deməli, Gülər müəllimə, siz mənə deyin görüm zəhmət olmasa. Postkonvensional səviyyələri hansılardır? Deməli, prekomissiyanal, postkomissiyanal müəllim, sosial intizamın qorunması, bir də ki, universal prinsiplər. Məsəl üçün, belə bir sual verirəm sizə. Deyirəm ki, şagird bütün dünyada sülh olmasını, müharibələrin olmamasını, hamının sülh və əmin-amanlıqla yaşamasını istəyirsə, bu şagird mənəvi inkişafın hansı mərhələsindədir? Deməli, mənəvi inkişaf nəzəriyyəsində universal prinsiplər müəllim. Bəs bunu düşünən uşaq Piagetə görə hansı yaş dövründə ola bilər? Deməli, konkret formal əməli uşaqdır müəllim, bu düşünə bilir. Aha. Siz mənə deyin görüm zəhmət olmasa, ekstravertlər kimlərdir? Müəllim, ekstravertlər deməli, hər kəsdə belə sayaq da iki növü yaratmışdı əvvəlcə. Müəllim, ekstravertlər isə daha çox düşüncəyə sahib olan insanlardır. Tez insanlarla ünsiyyət qurma bacarığına maliklər. Fikirlərini tez dəyişə bilirlər. İnsanların fikirlərinə daha çox önəm verirlər. Desək ki, öz fikirləri yoxdur, xeyr, öz fikirləri var. Sadəcə insanların fikirlərinə daha çox önəm verən insanlardır. Ona görə şagirdlərə, bu cür şagirdlərə həssasdan yanaşırlar müəllimlər. Çünki bəzən uşaqlar o fənləri müəllimlərə görə sevdiyi üçün bəzən fəni sevməyib və qiymətləri aşağı düşə bilər belə tip insanların. Aha. Siz mənə deyin görüm müəllim şagirdlərə kimya dərsində laboratoriya işi apardırırsa, bu öyrənmənin şərtləri neçənci səviyyəsinə aiddir? Müəllim, və bacarıqların tətbiqinin təmin. İkincisi olur müəllim, dərs keçirilərkən qısa-qısa keçirilib şagirdin bunu qavranmasını alması, nümunənin göstərilməsi, anlamanın yoxlanılması. Beşinci olur, şagirdlərə müəllim kömək eləyir. Altıncıda isə çətin tapşırıqların köməyi müəllim. Aha. 8-ci sualı işləyirik. Deməli müəllim, 8-ci sualı. Müəllim şagirdlərə emosional zəkanın motivasiyasının komponentlərinin inkişafı ilə bağlı məlumatlar əldə etmək üçün onlar arasında sorğu keçirir. Sorğuya verilən cavablardan hansıları emosional zəkanın motivasiyası komponentinə aid edilə bilməz? Yəni hansı motivasiyaya aid deyil də? Hansında motivasiya vermək yoxdur? Buna bağlı cavab axtarırıq. Hə, mənim, hansında mən bunu izah motivasiya eləmişəm. yoxdur? Dünənlərin bunu ödənişsiz linki göndərmişdim. Sizin qrupa da izahı da göndərmişəm. Hər birində xüsusi olaraq vurğulamışdım. Həm özünün dərki, həm özünü idarə etməni, həm də ki, empatiya və motivasiyanı. Buyurun. Yəni hansı cavabımızda empatiya və motivasiya yoxdur? Bəli, müəllim. Hansı amillərin duyğularımı dəyişməsinə təsir etdiyindən onların əlamətlərindən xəbərdaram. Qarşılaşdığım çətinliklər məni irəliyə doğru daha əzmlə çalışmağa vadar edən qüvvəyə çevirmək bacarığına malikdir. Bu motivasiyadır. Məsuliyyətləri götürdüyüm tapşırıqları, müsbət nəticələri təsəvvür edərək özümü ruhlandırıram. Bu da motivasiyadır. Narahat və ya əsəbi hiss edəndə özümü necə sakitləşdirəcəyimi bilirəm. Deməli, tapşırıqlar əldə etmək üçün fəaliyyət planlaşdırarkən hər zaman vəziyyətimin nəzərə alım ki, bu da məni yekunlaşdırmağa yardım. Bir motivasiya deyil, çünki hansı amillərin duyğularımı dəyişməsinə təsir etdiyini, onların əlamətlərini xəbərdaram. Bu özünü dərk edir, özünü anlayır, özünü başa düşür. Dünən mən sual verdim dərs zamanı. Siz əsəbəşində nə edirsiniz? Dedim ki, biri ağlayır, biri gülür, biri iş sürür, biri yemək yeyir. Hamı öz-özünü tanıyır da nə edirsə. Bunu artıq düşünməyimiz belə bizim özümüzü dərk eləməyimizdir. Müəllim, bir də dördüncü, narahat və ya əsəbi hiss edəndə özümü necə sakitləşdirəcəyimi bilirəm. Bu da özünü idarədir. Düzgündür. Siz mənə deyin görün, belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə, tutaq ki, şagirdlərin çoxusu yuxarı qiymət alır, bir şagird aşağı qiymət alır və bu yuxarı qiymət alan şagirdlər aşağı qiymət alan şagirdə gülməyə başlayırlar. Müəllim bu şagirdlərə özünüzü onun yerinə qoyun, görün. Siz nə hiss edərdiniz sualını verir. Müəllim bu şagirdlərdə emosionalda hansı mərhələni reallaşdırmaq istəyir? Müəllim, onları öz yerinə qoymağı bildirir. Yaxşı. Şagird 2 ildir ki, 3-cü qrupa hazırlaşır və ən son anda mən tarixçi olmaq yox, mən tutaq ki, həkim olmaq istəyirəm deyə düşünür və özü qərarını verir ki, mən həkim olmalıyam. Bu uşaqda sosial emosional öyrənmədə hansı mərhələ var? Deməli, sosial emosional öyrənmədə müəllim. Bəli.
Ya sosial emosional Mərhələlərini öyrənmə. sayın, onun mərhələlərini sayın. Mən sosial emosional hansıdır Yeni qarşıdakı? nəzəriyyəmiz. Dünənlərin bunun izahını da vermişəm yenə. Bəli müəllim, qərarların qəbul edilməsi Bəli, qərar axırıncıdır. qəbul etmək. Siz mənə deyin görüm sosial emosional öyrənmənin özəyi nədir? Sosial emosional öyrənmənin özəyi müəllim, hamısını sayım Xeyr, fikirlərim. mərhələlərini istəmirəm, özəyini istəyirəm. Yəni tərifi, dərk edilməsi, nədən bəhs edir, bunu istəyirəm. Yəni bizə rasional, savadlı şagird yox, empatiyası, insanları anlaması, dərk eləməsi, ünsiyyəti yerində olan şagird lazımdır. Sosial, emosional öyrənmə savad istəmir. Bu da kurikulumun aydın məqsədi demişdik sizə. Gülər müəllimə, siz mənə deyin görüm, deyirəm ki, şagird tutaq ki, şagird deyir ki, məsəl üçün Azərbaycanda restorana getdiyimiz zaman menyular çox zəifdir. Ən çox da vegetarianlar üçün menyular yoxdur. Şagird bunu düşünürsə, Piagetə görə hansı yaş dövründədir? Müəllim, deməli, restoranlardan danışdı, ümumidən danışdı, gəldi xüsusiyə. Burada formal əməldir müəllim. Formal əməl yaş dövründədir. Siz mənə deyin görüm, bizim cərrah olmaq istəyən şagirdimizdə hansı intellekt tipi var? Bədəni kinestikdir müəllim, hərəkətdə olurlar çünki. Ay, sağ ol, düzgündür. Yaxşı, Gülər müəllimə, siz bir dənə mənə deyin görüm, hansı təlim forması idi ki, bu təlim formasında biz cəlb etməklə başlayırdıq? Cəlb etmə sorğu əsaslı idi. Birbaşa təlim. Birbaşa da təkrarla başlayırdıq axı. Sorğu və araşdırmada biz başlayırdıq müəllimə, cəlb etməklə, yönləndirməklə başlayırdıq. Gülər müəllimə çox sağ olun. Minnətdaram Gülər müəllimə sizə. Təşəkkür edirəm. Ayşə müəllimə gələk. Salam müəllimə. Salam, xeyir olsun. Ayşə müəllimənin şərtləri 9 mərhələsinin mağazı. Qalmanı müəllimə. Bəli, öyrənmə şərtlərinin 9 mərhələsi. Bəli, deyirəm, Daniel Golemanın deyil. Öyrənmə şərtləri ki, şagirdin diqqətini dərsə cəlb etmək, təlim nəticələrini elan etmək, sonra əvvəlki qazanılmış bilikləri, bacarıqları formalaşdırmaq, sonra öyrənməni təmin etmək, dərsə mövzusunu təqdim etmək, dərsə mövzusunu təqdim etmək, öyrənməni bilik və bacarıqları tətbiq etmək, əks halda təlim nəticələrini reallaşdırma səviyyəsini qiymətləndirmək, müəyyənləşdirmək, bir də informasiya, tapşırığı da müəllimə. Bəli, informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Siz mənə deyin görüm, zəhmət olmasa, belə bir sual verirəm. Deyirəm ki, deməli qulaq asın. Deyirəm ki, şagird imtahana girdiyi zaman birdən-birə tutaq ki, həyəcandan ürək başlayır. Sizcə bu şagirddə Daniel Golemanda hansı mərhələnin inkişafına ehtiyacı var? Daniel Goleman müəllimə yaxşı bilmirəm. Yaxşı. Siz mənə deyin görüm, zəhmət olmasa onda, deməli, belə bir sual verirəm sizə. Deyirəm ki, deməli, zəlzələ baş verdiyi zaman məktəbdə qalan şagird. Müəllimə, Daniel Goleman da özünü idarə etmədi o müəllimə. Bəli, indiki zamanda, imtahan anında özünü idarə edə bilmir. Bəli, dünən də demişəm bunu. Əgər biz özümüz haqqında məlumat veririksə, özümüzün hisslərimizdən xəbərdarıqsa, nəyi niyə etdiyimizi biliriksə, bu özündəkdir. Artıq indiki zamanda demişdim ki, burada feillərə fikir vermək lazımdır. İndiki zamanda baş verən hadisə, tutaq ki, bu zaman məsəl üçün siz dərs danışırsınız, başqa birisinin dərsinizə qarışır, sualına cavab verir. Aytəki müəllimənin də əsəbləşdiyi nüansdır da bu nüans. Başlayır mən o müəlliməyə əsəbləşməyə, onu dərsdən çıxartmağa. Artıq o deyir ki, buna baxayım, müəllimə özünü idarə edə bilmir. Yəni indiki zamanda baş verdi. Bir var ki, əvvəlcədən məlumat verirəm, bu özün dərkdir. İndiki zamanda baş verən isə özünü idarə etmədi. Siz mənə deyin görüm, zəhmət olmasa, deməli, zəlzələ baş verir. Zəlzələ baş bir dəqiqə açıq qalıb kimdəsə yəqin ki. Deməli, zəlzələ baş verir və zəlzələ baş verdiyi anda müəllim məktəbdə qalan şagirdlərin hər birini xilas etmək istəyir. Müəllim deyir ki, şagirdlərin hansısa birinin başına bir iş gəlsə, mən buna görə cavabdehliyi daşıyıram. Valideynlər məni töhmət eləyəcək. Bunu düşünən müəllim mənəvi inkişafın hansı mərhələsindədir? İtaət və cəza.
Aha, bəli, cəzadan qorxur, düzgündür. Bəs əgər müəllim deyirsə ki, mən burada şagirdlərin qoy hamısını xilas eləyim, sonra bütün xəbər səhifələri məni paylaşsın ki, qəhrəman müəllim hamını xilas elədi. Onda hansı mərhələdə olur? Qəbul olunma. Qəbul olunma. Aha, ay sağ ol, düzgündür. Siz mənə deyin görüm zəhmət olmasa, hansı yaş dövründə olan uşaqlarda egosentrizm baş verirdi? Həm Piagetə görə, həm də şəxsiyyət kimi yaş dövrünü istəyirəm. Egosentrizm hissi hərəkəti, yox, 2-dən 7 yaşa qədər Bəli, hissi hərəkət. bəli, ilkin əməl mərhələ düzgündür. Bəs hansı yaş, bəs şəxsiyyət kimi hansı yaş dövrü idi? Anadan gəlmə, o Bəli. bioloji konsepsiyada anadan gəlmədir. Sosioloji konsepsiya ətraf mühitin altında formalaşan şeydir. Biososiolojiyada irsən, mühitdən düzdür müəllimə? Aha, düzgündür. Belə bir sual verirəm sizə və situasiyaya uyğun sualdır. Deyirəm ki, sinifə yeni bir şagird gəlir və bu şagird həmin o məktəbə yoğunlaşa bilmir. Heç kimlə ünsiyyət qurmaq istəmir, özünə dost tapmır. Həmçinin də ki, dərs zamanı müəllimlərə dərsi bilir, amma cavab vermək istəmir. Bu şagirdlə biz nə etməliyik ki, bu şagird dərs zamanı aktiv olsun, ünsiyyət qursun şagirdlərlə? Bir də müəllimə olar suallar. Olar. Bir də deyirəm ki, yeni şagird gəlib məktəbə və bu şagird ünsiyyət qurmur sinif yoldaşlarından, dərs danışmır müəllimlərə, heç kimdən danışmır, əylənmir, uşaqlara yoğunlaşa bilmir. Bu şagirdə biz nə etməliyik ki, bu şagird o məktəbə adaptasiya olunsun? Münasibətləri düzgün idarə etmək lazımdır. Yəni ki, o da eyni gözlə görmək lazımdır. O da dərsə cəlb etmək lazımdır. Dedim ki, onu eyni gözlə görmürlər. Mən dedim ki, onu eyni gözlə müəllim görmür. Deyirəm, uşaq özü qatışmır heç kimə. Uşaq özü yoğunlaşa bilmir, özü cəhd eləmir dərs danışmağa, müəllimlə, şagirdlə ünsiyyətə. Demək, bu şagirdlə həmin məktəbin sinif rəhbəri, həmin sinifin sinif rəhbəri fərdi formada danışmalıdır. O şagirdə bir motivasiya, bir həvəs, bir uyğunlaşdırma eləməlidir. O şagirdlə digər şagirdlərlə birlikdə buzqıran, yəni oyun tipli oyunlar keçirməlidir. O şagirdi özü digər şagirdlərlə tanış eləməyə, onlarla ünsiyyətə sövq eləməlidir ki, şagird də zaman-zaman buna uyğunlaşsın. Yoxsa biz buna məhəl qoymayaq, onsuz da bu variantda verə bilər ki, müəllim buna məhəl qoymasın, uşaq özü buna öyrəşəcək. Əsas odur ki, uşaq dərsi oxusun, ünsiyyət qurmasa da olar. Variantda verə bilər ki, şagirdin özündə problem var, müəllim bunu psixoloqa yönəltsin, xeyr. İlk öncə biz heç vaxt psixoloqa müəllimlər yanaşmırıq. Müəllim birinci o bunu özü həll etməyə cəhd eləyir. Aydındır? Ayşə müəllimə, siz Müəllim, bağışlayın, burada elə bir bullyingdə buzquran strategiyaları olurdu. Burada da yəni ondan istifadə oluna bilir. Müəllimə, bullyingdə axı buzqıranımız yox idi. Bullying varsa da buzqıranlıq xeyri yoxdur. Buzqıran birinci, əvvəlcədən qoyulmalıdır. Buzqıran bunlar arasında baxın. Birincisi insanlar arasında konflikt varsa, artıq orada buzqıran xeyir eləməyəcək. Buzqıranı əvvəlcədən qoymaq lazımdır ki, qoy yaxşı ünsiyyət qurulsun. Burada da müəllim görür ki, uşaqlar artıq demirəm ki, bullying eləyirlər bir-birinə. Deyirəm, ünsiyyət qurmurlar. Əgər bullying olsaydı, onun davamını biz psixoloqa yönəldə bilərdik. Amma hələ bu da bunlardan ünsiyyət yoxdur. Elə bilin ki, yeni bir müəllim qoşulur qrupumuza, nə mənə cavab verir, nə sizin suallarınıza cavab verir. Görürsünüz də bizdə qrupda müəllimlər qrup açıblar öz aralarında, bacarıqlı müəllimlər qrupu, hamı ora sual verir, hamı bir-birinin sualına kömək edir, düzdürmü? Təsəvvür edin, nə müəllim qoşulur, nə suallara cavab verir, nə testi göndərir, nə dərs danışır, varlığının yoxluğu bilinmir, düzdürmü? İndi o müəllimi mən niyə bilərəm ünsiyyət qursun sizdən? O müəllimə bir fərdi danışıram, ruh yüksəkliyi verirəm, bir oyun dərsin içərisində sual göndərirəm ki, müəllimə sən bunun cavabını de. Yəni indi bizim dərs ayda edirəm də bunu. Məktəb dərsində isə oyun tipli qururuq, buzqıran qururuq. O uşağın digərləri arasında bir əlaqə yaratmağa cəhd edirik ki, qoy ən azından ünsiyyət olsun. Amma artıq ünsiyyət var, bullying də varsa, orada buzqıran xeyri yoxdur. Orada empatiya qurmağı, orada psixoloqa yönəltməyi, orada artıq şagirdlərdən ciddi məşğul olmaq lazımdır. Amma hələ bu işdə ünsiyyət belə yoxdur. Aydındır, Xəyalə müəllimə. Müəllimə, bu sabahın dərsidir. Siz də narahat olmayın. Mən bu sualı sadəcə əvvəlcədən verdim. İndi mən sizə müəllimə bu sualın tam izahını göndərəcəm qrupa. Sadəcə mən Ayşə müəllimə əvvəlcədən bunları keçibdi ya, ona əlavə olaraq vermişdim bu sualı.
Ayşən müəllimə, gəlin siz mənə zəhmət olmasa bildirin görək. Siz mənə bildirin görüm. Deməli, orada nə keçmişdik biz sizdən? Hə, Vygotsky nəzəriyyəsi nəydən bağlı idi? Lev Vygotsky, scaffold. Bəli, scaffoldingdən bağlı idi. Yəni nə deyirdi Vygotsky? Mən onun sözləri bilməm müəllim, amma heç bir sözləri eləməmişəm, öyrənməmişəm. Yaxşı, tamam. Ayşən müəllimə, siz mənə zəhmət olmasa deyin görüm şagirdə verdiyimiz rəy necə olmalıdır? Bazarına çevirmədə Bəli. Layihə işi nə olurdu? Siz mənə deyin, layihə işi nədir? Layihə işi hər hansı bir belə deyək də siyasi ilə bağlı bir problemlə bağlı olur, uzun müddətli davam edir. Sonra? Yəni müəllimin yönləndirmə rotasiyası ilə davam edir və belə deyək, hazırlıq qoyulmalıdır ortaya. Necə olmalı hazır məhsul? Slayd da ola bilər, Ay, sağ ol, slayd, təqdimat, açılış, təntənəli formatda olmalıydı. Müəllim daima şagirdin yanındaydı. Hətta bir ilə qədər vaxt gedirdi layihə işinə. Buna görə layihə işi varsa, esse varsa, problem varsa, demək müəllim şagirdə bunu ev tapşırığı kimi verib. Artıq kurikulumda ev tapşırığı deyəndə evə misal verməkdən söhbət getmir. Evə tənlik verməkdən söhbət getmir. Evə dərsi oxu gəl demək deyil kurikulumda artıq olan ev tapşırığı. Həm də heç buna da ev tapşırığı da deyil. Adı olur informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Layihə işi verir, esse verir, problem verir, araşdırma işi verir. Aydındırmı? Budur. O da olur bizim 9-cu mərhələmizə aiddir. Belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim şagirdlərə deyir ki, təsəvvür eləyin ki, tutaq ki, tsunami başlayır. Tsunami başlayan zaman ilk kimin həyatını xilas edərsiniz? Şagirdin biri cavab verir ki, öz həyatımı xilas edeyim, başqaları mənə marağı deyil. Uşaq bunu deyirsə, hansı mərhələsindədir mənəvi inkişafın? İndividualizm. Ancaq özünə. Siz mənə deyin görüm, bəs tutaq ki, düzgündür. Belə bir sual verirəm. Deyirəm ki, sinifdə şagirdin biri, dönəndə bu sualı vermişəm. Deyirəm, sinifdə şagirdin biri aşağı bal topalayır. Və bu şagird o qədər dərslərə ciddi yanaşmırdı. Buna görə də müəllim bu şagird aşağı bal yığanda o şagirdin ağlamalarına məhəl qoymur. Müəllim düşünür ki, onsuz da o dərsləri diqqətlə oxumurdu. Onsuz verilən tapşırığı eləmirdi. Aşağı bal yığması normaldır. Müəllim bunu düşünürsə, mənəvi inkişafın hansı mərhələsindədir? Yəni bunun ədalətli olduğunu düşünür ki, onsuz da oxumamışdı. Nə bal yığacaq ki? Ədalətliliklə bağlı olan. Müəllimə qanunları qorumur, ədalətliliyi düşünür. Sosial müqavilə Aytən müəllimə. Aytən xanım, siz mənə deyin görün, belə bir sual verirəm. Deyirəm ki, bir baxın, qulaq asın, o suallara keçəm artıq. Deyirəm ki, İki şagird arasında konflikt baş verir. Konflikt bitdikdən sonra müəllim ona xəbər tutur ki, konflikt baş verib. Həmin iki şagirdi yanına çağırır və onlardan birindən soruşur ki, tutaq ki, Əli, konflikt başlamağına səbəb nə oldu? Sən özündən nə çıxardı? Sən niyə belə elədin? Əli də cavab verir ki, müəllim, o mənim tutaq ki, mənə çantama mənim şəklimi çəkib qoymuşdu. Mən ona görə buna qarşı aqressivləşdim. Uşaq bu cavabı verirsə, Daniel Goleman da hansı mərhələdədir və bir uşaq o bir uşağa nə eləyib, nə etdiyini düşünmək olar. Eyb yox, o bilmirsinizsə, heç olmasa bullyingi bilmirsinizsə, Daniel Goleman mərhələsindəyin. Konflikt var, müəllim konflikt olub bitib. Soruşur ki, niyə bunu elədin? Deyir, o mənə bunu eləmiş, ona görə bunu elədim. Uşaq bunu cavab verirsə, hansı mərhələsindədir Daniel Golemanın? Onda mənim belə deyək, özünü dərk bəli, düz deyirsiniz. Bilir səbəbini. Özünü dərk, birinci mərhələ elə. Özünü dərk məlumat verir ki, müəllim buna görə eləmişəm. Oldu, qurtardı. Ondan sonra müəllim soruşur ki, niyə bunu eləmişdin? O da düşünür, dərindən deyir, buna görə eləmişdim. Özü haqqında məlumat verir ki, bunu nə əsəbləşdirib, nə özündən çıxardım. Başması lazım olmadığını, bullyingin bir şey olduğunu, daima düzgün ünsiyyət qurmaları lazım olduğunu bildirirsə, müəllim bu şagirdlərə kurikulumun hansı prinsipini reallaşdırır?
Müəllimə səsiniz ortada qırıldı, başa düşmədim sözü. Müəllim şagirdlərə bullyingin Yazım. yanlış olduğunu bildirirsə, bir-birindən düzgün ünsiyyət qurmaq lazım olduğunu bildirirsə, onlara təlim-tərbiyə verirsə, bu kurikulumun hansı prinsipidir? Tamlıq deyil məndə. Müəllimə, Yox, kurikulumun problem tamlıq deyə prinsipə, prinsipi yoxdur. şəxsiyyət yönümlüdür. Bəli, uşaqlara təlim-tərbiyə vermək. Bildim müəllim, Düzdür. pedaqoji tələbi. Düzdür. Siz mənə deyin görüm zəhmət olmasa, bizim şəxsiyyət tiplərimiz hansılardır? Ekstravert, introvert və ya ambivertlər kimlərdir? Ekstravertlər əsasən şəxslərarası intellekt tipinə aiddirlər. Daha çox deməli ünsiyyəti sevirlər, diqqət mərkəzində olmağı xoşlayırlar və belə deyək, tez qərar verirlər. Dərindən düşünmədən tez qərar verirlər. Buna görə də vaxt itirmirlər. Ancaq introvertlər əsasən fərqli intellektə məxsus şəxslərdirlər. Onlar daha dərindən verilən belə deyək, məsələni daha dərindən hər tərəfli tətbiq edir və buna görə vaxt itirirlər. Özlərinə məqsəd qoyub, yəni özü haqqında məlumatlı şəxslərdir ki, özü məqsədinə uyğun hərəkət edir. Bir də var ki, ambivertlər, onlar da deməli belə deyək, ekstrovert və introvert şəxsiyyət tipinin hər ikisinin belə deyək ki, olduğu üstün xüsusiyyətlərin olduğu şəxsiyyət tipidir. Yəni hər ikisi olur onlarda. Aytən müəllimə, belə bir sual verirəm sizə, diqqətli olun. Xanım, siz fənniniz nə idi? Tarix. Deyirəm ki, şagird tutaq ki, yeni çıxan tarix kitabını incələyir və yeni kitabla əvvəlki kitabın içərisində hansı nüansın yeni kitabda olmadığını bildirir. Bu şagirddə hansı mərhələ var və hansı təfəkkür növü var, hansı bilik növü var. Şagird yeni çıxan kitabı yumur, əvvəlki kitabla müqayisə edir, deyir, əvvəlkində bu mövzu belə var idi, bunu yazmışdı, amma bu indiki kitabda yoxdur. Uşaq bunu kitabın içindəki ilə deyir, faktla deyirsə, biliyin növü, təfəkkürün növü və idrakın mərhələsini istəyirəm. Təhlil edir idrakda. Bəli. Seçir də birini. Faktla deyir, faktla göstərir. Bunda var, bunda yoxdur. Bəli. Faktla deyir. Sonra biliyin növüdəki deməli, uyğunlaşqanlığı bulmaq. Mənim ikisi dəfə də məndə səhv olmuşdu. Konseptual fikirləşdim. Bəli, konseptualdır da, anlayıb deyir də bunu. Konseptual bilir, düzgündür. Oxşarlıq. Düzdür, anlayıb deyir. Konseptual. Təfəkkürün növü? Bəli. Təfəkkür olaraq da tənqidi təfəkkür olar mı? Bəli, iki kitabın müqayisəsidir. Bir dənəsindən faktdan deyirsə, məntiqidir. Artıq o mu, onda bu var, bunda bu yoxdur. Qayda, seçim var idi tənqid təfəkkürün üsullarla bizdə. Baxın, bir kitabı faktdan fikir bildirsə ki, bu kitabın içərisində bu var. Faktdan desə ki, kitabda bu var. O olur məntiqi təfəkkür bir dənə. Amma indiki nə kitab var, ondan bunu müqayisə eləməlidir artıq. Demişdik ki, iki dində şeyin müqayisəsi varsa artıq və bu birini üstün götürür ki, hə, bunda bu yoxdur da. Artıq orada onun özünün nəyi var? Tənqid eləməsi var yeni çıxan kitabı ki, bu da bu yoxdur, düzdürmü? Faktdan desə də müqayisə var ortada. Ona görə olur tənqidi təfəkkür, konseptual bilik və bir də olduğu təhlil mərhələsi. Siz mənə deyin görüm zəhmət olmasa. Müəllim şagirdlərə tutaq ki, Osmanlı və Azərbaycan, Osmanlı və Səfəvi arasında müharibələri araşdırmağı tapşırırsa, bu araşdırmalarını səliqəli formada slaydla yazmağını istəyirsə, müəllim şagirddə hansı inteqrasiyanı formalaşdırmış olur? İnteqrasiya. Bəli, tarix dərsidir, slayd yığacaq. Tarix dərsidir, araşdıracaq bunu, slayda qoyacaq artıq. Fənlər arası. Sonra? Fən daxili. Sonra? Layihə işi. Fən üstü inteqrasiyada layihə işinə görə. Bəli, müəllimə. Layihə işimiz varsa, müəllimlər, bu bizim fən üstü inteqrasiyadır. Həmçinin mən desəydim ki, sinifdə nəyi formalaşdırır? Yəni, müəllim bunu sual kimi deyir, nə olur? 45 dəqiqə ərzində söhbət gedirsə, bu olur, fən üstü olmur. Amma artıq 45 dəqiqədən çıxmışıq. Deyirəm ki, nəyi formalaşdırır? Artıq axırda, yəni mən sizdən ümumi artıq uşaq bunu hazırlayıb gətirdirsə nə olacaq bu uşaqda? Onu istəyirəm. O da olur bizdə fən üstü. Amma mən bunu dərs anında adi bir sual kimi versəm ki, həm müəllim bunu desə uşağa nə olar? Onda müəllimə artıq fən üstü orada olmamış olurdu. Aytən müəllimə diqqətli olmağımız lazımdır. Çox sağ olun Aytən müəllimə. Fahinə müəllimə gəl. Sağ olun mən. Fahinə müəllimə.
Belə bir sual verirəm, bugünkü dərsimizə aiddir. Ot kökü üstə bitər cümləsi hansı konsepsiya nümayəndələrinə aiddir? Bioloji müəllimə. Bioloji, İrs bəli. edirəm. Bəli. Bəs deyir ki, dostunu mənə göstər, sən kim olduğunu deyim. Baxın, məndə keçənlin qəbul sualıdır. Atalar ən çox da bu səhv eləmirəmsə deyəsən, filoloqlara deyəsən düşmüş mix sualıdır özü də ki, atalar sözü ilə konsepsiyanı uyğunlaşdırmalıydı. İndi, bəs dostunu deyir mənə göstər, sən kim olduğunu deyim. Bu hansı konsepsiyanın nümayəndələrinə aiddir? Sosial olardı müəllimə yəqin ki. Aha, yaxşı. Bəs insanın deməli şəxsiyyət kimi formalaşmasında təbiənin rolu kimi vurğulamışdı. Uzun müddət gəlmiş. Yəni və yaxud dərsə qoşulmur və yaxud da hazırlıq demək bundan yoxdur ki. Deyib şagird dərsdə olduqca zəiflik göstərir. Şagird verilən dərsləri oxur, testlərdə iştirak eləmir, layihələrdə iştirak eləmir. Amma həmçinin şagird hüquq hazırlaşır. Şagird fərdi formada söhbət edəndə və müəllimə məlumdur ki, bu şagird əslində hüquqşünas olmaq demir, şagird tutaq ki, bioloq olmaq deyir. Amma ailənin təkidi ilə şagird 3-cü qrupa yönləndirilib. Və bu da çıxır ki, bu şagirddə emosional intellektin hansı mərhələsi, sosial hansı mərhələsi yoxdur. Bax, yeni mövzu, alınmış mövzu. Müəllim şagird tarix dərsinə gəlmir, amma 3-cü qrupa hazırlaşır. Və müəllim uşaqla danışanda müəllimə məlum olur ki, bu uşaq əslində tarixçi olmaq istəmir. Bu uşaq valideynlərinin təkidi ilə bu tələb. Deməli, bu uşağın özündə sosial emosional öyrənmədə hansı mərhələ yoxdur? Məntiqdən düşünək biraz. Yaxşı variant da onu deməlisiniz. Tutaq ki, özün dərk yoxdur, özün idarə etmək yoxdur, həyatınla bağlı qərar vermək yoxdur, motivasiya yoxdur, empatiya yoxdur. Qərar vermə olardı Bəli müəllimə. də, müəllimlər, qərar vermək. Yenə deyirəm, yeni mövzumuzdur. Emosional intellektdən bu tərəfə hər bir şeydən bağlı sual çözəcəyini düşünürəm. Şagirdin özünün öz həyatından bağlı qərar qəbul etməsi yoxdur. Bunu yeni valideynlər verib qərarı. Bu da ona görə həmin fəndə oxumur. Amma həmin o qrupunu əl çəkə bilmir. Çünki öz qərarı yoxdur. Aydındır mı? Bu uşaq bunu yoxdur. Bu şagird bu müəllimə deyir ki, mən tarix eləm, müəllim mən bioloq olmaq istəyirəm. Uşaq bunu bildirirsə ona mərhələ var. Artıq uşaq neyniyir? Öz-özünü tanıyır ki, mən tarix sevirəm. Öz-özünü tanıyırsa hansı mərhələdə artıq Daniel Goleman'da? Özünü tanıyır, dərk edir ki, mən tarix sevirəm. Özünü dərk edir. Siz mən deyim görün. Səsini qırılır müəllimə. Müəllimə valla səsim bilmirəm. Müəllimlər girib çıxmır. Yəni deyirəm, müəllimlər girib çıxır. Ona görə qoyulur məncə. Çünki internetimlə bağlı bunların heç bir problem yoxdur. Yəni megabaytdan qoşuluram bilirsiniz ki, bəzən internet gedib gəlir deyə. Ola bilər ki, müəllimlərimiz çoxdur, girib çıxırlar ona görə. Səs açıq qalır eləyir, ona görə bəlkə qırılır. Yaxşı. Fainə xanım, siz mənə deyin görüm zəhmət olmasa, deməli, öyrənmə şərtlərinin hansı mərhələsində müəllim şagirdlərə 1 dəqiqəlik slayd göstərir? Dərsin mövzusunun 1 dəqiqəlik slayd deyirəm. 1 dəqiqəlik. 10 dəqiqəlik video izah desəm başqa şeydir. 1 dəqiqəlik slayd göstərirəm ki, qoy hamı maraqla baxsın dərsə. Cəlb etmə. 1 dəqiqəlik maraqlı bir slayd göstərir. Cəlb etmək üçün deyilmi bu Fainə müəllimə? Maraqlı sözü oldusa da, olmazsa da slayddan biz cəlb etmək üçün istifadə edirik. Desəydim ki, 10 dəqiqəlik dərs izahı göstərir, artıq o hansı mərhələ olurdu? Dərsin mövzusunun təqdim olunması olardı. Bəli, o olurdu. Siz mənə deyin görüm zəhmət olmasa, tutaq ki, deməli, belə yenə bu sualı verirəm, dünən də bu sualı vermişəm. Deyirəm ki, şagirdin biri tutaq ki, gedir imtahana və evdə gəlib deyir ki, imtahanda olan nəzarətçinin baxışları məni qorxuzdu. Deyirlər ki, nəyə? Deyir, nəzarətçi çox qəribə bir mimikalarla, qəribə bir əl hərəkətləri ilə bizə davranış sərgiləyirdi. Demək, bu uşaqda hansı intellekt tipi var? Yəni, nəzarətçinin baxışından, nəzarətçinin əl-qol hərəkətlərindən çovut bir insan olduğunu anlayıb. Burada hansı intellekt tipi var bu uşaqda? Bədən
ardıcılar. Müəllim texnoloji ardıcılığı sayırsa, burada hansı bir növü var? Ardıcıllıq varsa prosedural olardı mənim. Prosedurallik düzgündür. Bəs mən deyirəm, müəllim şagirdə bir neçə döyüş adı verir. Deyir ki, verilən döyüşlər içərisindən tutaq ki, dünya miqyasında, yəni ən belə deyim də, ən çarpıcı, ən vacib, daha belə həlledici döyüşləri seç. Burada idrakda hansı mərhələdir? Biliyin növü kimi hansı biliyin növüdür? Bilgi təfəkkür kimi hansı təfəkkür növüdür? İdrakda məncə təhlildir müəllimə. Aha. Çünki onu araşdıracaq, baxacaq hansı daha vacibdirsə. Bəli. Birlikdə konseptual olar müəllimə. Aha, düzdür. Anlayıb deyəcək, düzdür. Əlaqələndirəcək onları bir-biri ilə. Anlayıb deyəcək ki, hə, Bir də nə dediniz müəllimə? təfəkkürün növü. Yəqin ki, tənqidi olar da müəllimə. Bəli də bir neçə içərisindən birini götürəcək, düzdürmü? Hansı təfəkkür hansı olacaqdı? Bəli. Tənqidi. Faina müəllimə, siz Tənqidi. mənə deyin görüm zəhmət olmasa. Deməli. Mənəvi inkişafın konvensional səviyyələri hansılar oldu? Mənəvi inkişafından bir dəqiqə yadıma salam. Deməli, prekonvensial var idi, konvensial, postkonvensial. Qəbul olunmaqla sosial nizamın qorunması olmalı idi məncə, səhvləmirəmsə. İkinci səviyyə idi də. Yaxşı. Siz deyin görüm şagirdin çantasına onun karikaturasını çəkib qoyuruqsa, həmçinindəki çantasından üstəlik kitabını götürüb cırırıqsa, burada hansı bullying növləri var? Bilirəm, hələ ki keçməmişik, amma təkrardayıq da. Siz bunu bitirmişsiniz bir dəfə. Ona görə bu sualı verirəm. Bəli, mən. Kitabı cırırsa fiziki bullying var, karikatura qoyursa da var. Qeyri-verbal. Sağ ol, düzdür. Faina müəllimə çox sağ olun. İyon qrupunun müəllimləri, Xurşid müəllimə, Bəyim müəllimə, Xəyalə müəllimə, İyon qrupunun yeni qoşulan müəllimləri, müəllimlər əlinizi görmürəm. Məsmə xanım gəlin. Orada müəllimə. Salam müəllimə. Salam müəllimə, salam. Getdik Məsmə xanım. Sizin də fənniniz nə idi? İbtidai sinif müəllimə. İbtidai sinif, unutdum fənninizi. Yaxşı. Məsmə xanım, siz mənə gəlin deyin görüm zəhmət olmasa. Şəxsiyyətin yaş dövrləri hansıdır? Bugünkü dərsimizdən soruşuram. Şəxsiyyətin yaş dövrləri demək, əxlaqi dəyərlərin inkişaf etmədiyi görür. Müəllimlər, üzr istəyirəm. Müəllimlər bir də sabah imtahanı olanlar əl qaldırsın. Amma mənim qrupumdan olan müəllimlərdən də maymı, fevralmı, aprelmi, martmı qrupundan olan, amma sabahlarım imtahanı olan müəllimlər əl qaldırsın zəhmət olmasa. Yəni kimlərin varsa iyun qrupunda olması da olar. Əl qaldırsın, onlardan da dərs soruşacağam. Amma öz müdavimlərindən. Aha, davam edeyim Əsmə müəllimə siz. Demək, birinci əxlaqi dəyərlərin formalaşmadığı dövr. Birincisi əxlaqlərin olmadığıdır. İkincisi nədir? Təhqirədə. Yaxşı. Məsmə xanım, siz mənə deyin görüm zəhmət olmasa. Onda bu sualıma cavab verin. Deməli, sosial emosional öyrənməni şagirdlərdə inkişaf etmək üçün hansı strategiyalar var idi? Nə etməli? Yəni söz yığını idi bilirəm, amma onların hər biri situasiyaya aid suallarımızın özəlliyidir ki. Yoldayam bir də sözü müəllimə. Yaxşı. Demək, birinci dərsi dərd etməli idi. İkinci təqdim olunmalı, təqdim olunmasıdır. Düz deyirəm müəllimə. Olar, düzdür. Üçüncü, demək, simulasiya var. Deyək ki, kimi şəxsin taşları ilə də, yəni ki, uşaq nə öyrənibdir, o Məsmə xanım, Məsmə müəllimə, öyrənmə şərtlərini demirdim axı. Məsmə xanım. Uşaq Məsmə müəllimə, bu öyrənmə şərtidir. Mən öyrənmə şərtlərini demirdim. Deyirəm, sosial emosional öyrənməni şagirdlərdə formalaşdırmağın yollarını istəyirdim. Sözdən vermişdi dərsin axırında. Sosial emosional öyrənməyə necə inteqrasiya eləmək olar? Bu sosial emosional öyrənmənin şagirdlər üçün xeyri nədir?
Yaxşı. Məsmə xanım yoldadır, yəqin ona görə bağlayıb. Məsmə xanım evə çatan kimi mən sizə soruşaram. Rahat olmayın. 10 ilə 6-ya qədər dərsiniz var müəllimə. Evdə ona deyin, mən sizi yığaram. Demək, gəlsin kim? Könül müəllimə siz gəlin onda. Siz deyin bu sualımızın cavabını. Mənim bunun cavabı dəstəkləyici mühitin yaradılması, fasilitator olmaq, özünü qiymətləndirmə və yaxud da şagirdin yoldaş qiymətləndirməsini, qarşılıqlı qiymətləndirməsi aparmaq, refleksiya, metaqognitiv fəaliyyəti, yəni onun düşüncəni dəstəkləşdirmək strategiyalar idi. Tənqidi bunlar olduqda şagirddə tənqidi məntiqi təfəkkür yüksək olurdu, o rəylərə adekvat cavab verirdi. Yaxşı. Könül xanım, siz mənə deyin görüm zəhmət olmasa. Belə bir sual verirəm sizə. Deyirəm ki, şagird summativ zamanı digər bir dostuna kömək etməyə çalışırdı. Müəllim summativ zamanı buna məhəl qoymasa da, summativdən sonra şagirdi yanına çağırır və niyə müəllim qoyduğum qaydaları pozursan deyə bildirir. Şagird isə deyir ki, düşündüm ki, o mənim ən yaxın dostumdur və yaxın dostlar bir-birinə kömək eləyər. Şagird əgər bunu düşünürsə, deməli, sosial emosional öyrənmədə də, Daniel Goleman'da da hansı mərhələdədir? Daniel Goleman'da bu ola bilər, sosial müqavilə ola bilər. Daha yəni mən sosial yox, bunda şəxsi məlumat verdi müəllimə. individualizm. Çünki müəllim dedi ki, niyə belə eləmisən? O da deyir ki, müəllim buna görə eləmişəm. Çünki ən yaxın dostlar bir-birinə kömək eləyər. Daniel Goleman'da deyirəm, hansı mərhələdədir? Mənəvi inkişaf istəmirəm. Bir dəqiqə. Ola bilər bu Özü haqqında məlumat münasibətlərin verir. idarə edilməsi və yaxud da orada ola bilərmi ona kömək etmək, yoldaşı ilə əlaqə. Çünki motivasiyada olmaz, özünü idarə etmədə his emosiyalar. Könül xanım, niyə mənə diqqətdən qulaq asmışsınız? Bir də deyirəm. Uşaq məlumat verir ki, müəllim, o mənim çünki ən yaxın dostumdur. Ən yaxın dostlar bir-birinə kömək eləyər. O olub qutarandan sonra müəllim bundan soruşur. Olduğu andan soruşsa ki, müəllim, niyə belə eləyirsən? Deyərdi ki, hə, uşaqda özünü idarə eləmək yoxdur, tutaq ki, qaydaları pozub. Amma indi özünü dərk edib cavab verir müəllimə ki, müəllim buna görə eləmişəm. Özünü tanıyır, özünü dərk edir, özü haqqında məlumat verir. Özünü dərk, əlbəttə özünü dərk. Onda bəs mənəvi inkişafda hansı mərhələ olur? Mənəvi inkişaf nəzəriyyəsində bu məncə şəxsi şeydir, şəxsi individualizm olmalıdır. Deyir ki, ən yaxın dostlar bir-birinə kömək eləyər. Onda universal? Əlbəttə universal etik prinsiplər. İnsanlığı, dostluğu düşünür. Şəxsi məqsəd güdürsə individualdır. Mən dedim ki, o mənim ən yaxın dostumdur. Ən yaxın dostlar bir-birinə kömək eləyər. Deyim müəllimə, dost kimi düşünmür. Deyir ki, uşaq atalar misalı deyib. Ən yaxın dostlar deyir bir-birinə kömək eləyər. O mənim dostumdur. Yəni qaydalarla qanunlar vacib deyil bunun üçün. Universal etik prinsiplər. Daniel Goleman'da isə özü müəllim elə birinci məsələ səbəb soruşuram ki, bunu niyə belə eləmisiniz? Özü dərk edib cavab versə ki, buna görə eləmişəm bunu. Yəni mən dostuma görə bunu eləmişəm. Özündəki və mənəvi inkişafda da oldu nə? Deməli, universal etik prinsiplər. Bəs əgər şagird tutaq ki, desəydi ki, dostuma kömək elədim çünki nə vaxtsa məndə köməyə ehtiyacım olardı. Onda o da mənə onda kömək eləyəcək. Onda hansı mərhələ olur? Onda şəxsi məqsəd güdürsə, burada individual. Onda individualizm olur, sağ ol. Bəs desəm ki, müəllim şagirdlərə summativin axırını gözləmir. Müəllim summativ zamanı görür ki, bir uşaq o birinə kömək eləyir. Müəllim summativ zamanı yaxınlaşır ki, siz nə edirsiniz? Dərsi niyə pozursunuz? Deyərik ki, şagird də qayıdıb tutaq ki, yəni bu zaman müəllimə deyir ki, hə müəllim, məndən kömək istəmişdi. O məndən soruşdu, ona görə kömək elədim. Bəs onda hansı mərhələ olur mənəvi inkişafda? O məndən soruşdu, ona görə mən ona kömək elədim. Yəni müəllimin cavabı qarşısında qorxur. Müəllimin cavabı qarşısında müəllim buna itaət və cəza olur. Özün çıxardır da oradan. Müəllim baxın, düzdür, qorxmaq hızı qoymamışam. Deyirəm ki, müəllim yaxınlaşır ki, nə edirsiniz? Niyə köçürdün? Niyə kömək edirsən sən buna? O da qayıdıb deyir ki, müəllim o məndən soruşdu. Yəni özünü odatmamaq üçün də qoy müəllim mənə cəza verməsin, ona cəza versin. Cəzadan qorxduğu üçün bunu deyir. Onda yenə də individual olur da. Müəllimə cəzadan qorxduğu üçün deyir ki, təvə cəzadan qorxduğu üçün o məndən kömək istədi. Yəni uşaq qorxur deyə bunu eləyir. Bu uşaq hal-hazırda hansı mərhələdədir? Belə həyəcanlanmır ki, indi müəllim mənə 2 verəcək, vərəq məndən alacaq. İtaət və cəza. Amma bayaq axı dedik ki, qayıdıb desəydi ki, o nə bilim, ona görə kömək elədim ki, o da mənə kömək eləsin.
O zaman hansı olmuşdu müəllimə? İtaət və individualizm. O individual. İndividualizm. İtaət və cəzada isə qorxusundan artıq belə deyim də müəllimə yəni özünü yəni sudan çıxartmağa çalışırdı ki, mən qorxuram. Yəni əsas düzdür. Bu da individualizm kimi düşünə bilərik ki, hə, yenə özünü düşündü, amma müəllimə hələ ki tam gəlib çatmır da individualizmə. Sırf uşaq bunu qorxduğu üçün deyir. Yəni bir var ki, qəsdən bunu eləsin ki, əsas mən olum, o biri mənə maraqlı deyil, amma bu qorxusundan o anda bu cavabı verdi. İtaət və cəzaya aid olurdu. Bəs yaxşı, deməli, nəyi soruşurdum sizdən? Hə, Daniel Goleman'a sual verəcəkdim. Deyirəm ki, bəs Daniel Goleman'da tutaq ki, o əgər dostuna kömək eləmək yox, dostuna həmin anda desəydi ki, özün suallara bax, sən bunun öhdəsindən gələ bilərsən, hər biri sənin işləyə biləcəyin suallardır, yaxşı olacaq, kömək istəmə, özün yaz. Onda hansı olardı? Motivasiyaya aiddir. Ay, sağ ol, düzgündür. Motivasiya, xarici motivasiya. Düzgündür Çölün müəllimə, əla. Çölün xanım, bayaq axırıncı atdığım sınağa nə qədər yazmışdınız? Sınaq 4-dür. O yaxını 18.800. Biri orada şeydi, tətbiq edimi, təhlilmi onun arasında qaldı. Çünki orada sualda deyirdi ki, ən yaxşısını seçin. Onu təhlil götürdüm, amma cavab tətbiq çıxdı. Bir də rəy ilə bağlı, rəy səhv çıxdı. Hə, atarsız baxaram. O sınağı biz əvvəl də işləmişik. Bilirsiniz ki, bu ümumi sınaq 4-dür mən bilən. Baxarıq görək nəymiş həmin səhvlər. Yaxşı, çünki belə deyəndə beynim algılamır. Sual görək mən tam görüm. Yaxşı. Könül müəllimə, siz mənə deyin görüm zəhmət olmasa. Hə, bayaq da müəlliməyə bu sualı verdim. Dedim ki, deməli, yaş dövrlərini müəllimə saya bilməmişdi Məsələ xanım. Şəxsiyyətin formalaşmasındakı yaş dövrləri hansı idi? Aha, deməli, şəxsiyyətin formalaşmasında yaş dövrləri vardır ki, birinci dedik ki, əxlaqi dəyərlərin olmadığı dövr, hansı ki, burada edirdi. Bu dövrdə deyirik ki, öz istəklərinə, öz düşüncəsinə, davranışa uyğun idarə eləyirdi. Yəni uşaq bilir, qaydalara əməl etmir. Çünki özünü məmnun etməyə çalışır. Sonra gəlir ənənələrlə ayaqlaşma dövrü 6 yaşdan 12 yaşa qədər davam edir. Burada qayda qanunlara əməl edir. Biri var qeyri-rasional şüur və rasional. Qeyri-rasional hisslərlə, emosiyalarla hərəkət etdiyi dövrdür. Amma rasionalda artıq məntiqlə qərar vermək, yəni bu artıq xarakterin formalaşmasındakı ən yüksək mərhələlərdən biri idi. Aha, yaxşı. Könül müəllimə, deməli, Könül xanım çox sağ olun. Minnətdaram, təşəkkür edirəm sizə də. Baxıram ki, maşallah, hərəyə bir 10 dəqiqə vaxt ayırırıq, dərsimiz gedir. Deməli, Xurşid müəllimə gəlin görək. Bəli, müəllimə. Könül xanım, o dediyi sualları müəllimə mənə sıxın indi göndərərsiniz, baxarıq indi. Xoş müəllimə getdik. Mən siz də, yəni İYUN qrupu siz də həmçinin. Bilmirəm indi onun izahını çəkmişəm yoxsa yox, atarsız baxarıq qruplarda. Deməli, Xurşid müəllimə getdik. Siz mənə deyin görüm ekstravertlər və introvertlər kimlər idi? Müəllimə, ekstravertlər şəxslər arası sosiallığı sevənlər olur. İntrovertlər təkliyi sevənlərdir. Özünə qapanan, özü həll edən, öz işini özü görənlərdir. Ekstravert, introvert. Ekstravertin mənfi cəhəti nə var idi? idi? Bir də bu ikisinin qarışığı həm sosiallığı sevir, həm təkliyi belə bir şey idi. Ekstravertin mənfiliyi nə idi? Mənfi cəhəti deyəsən öz Bəli. başına öz qərarlarını vermir də, kiminsə qərarı nəticəsində hərəkət edir deyə. Bəli, düzdür. Belə deyim. Aha, düzdür. Hə. Belə bir sual verirəm sizə. Deyirəm ki, tutaq ki, deməli, şagirdlər arasında konflikt baş verib, müəllim konfliktdən sonra şagirdləri yığırsın və şagirdlərdən dostlarla, digər insanlarla necə ünsiyyət qurmaq lazımdır, necə davranmaq lazımdır. Müəllim bunun haqqında təlimatlar verir şagirdlərə. Müəllim şagirdlərə belə bir təlimatlar verirsə, Daniel Goleman'dakı hansı mərhələni reallaşdırır? Yəni insanlarla ünsiyyət qurmağı öyrədirsə, bu Daniel Goleman'da da, sosial-emosional öyrənmədə də hansı mərhələdir? Sosial öyrənmədə nətər deyim mən, sosiallığı bərpa eləyir də burada müəllimə. Deməli, bunun özünün adı var orada. Münasibətlərin idarə edilməsi var idi, düzdürmü? İdarə edilməsi. Sağ ol. Yaxşı. Siz bəs mənə deyin görüm, müəllim şagirdlərdə bir başqasının hisslərini anlamağı uşaqları öyrədirsə, başqa insanların hisslərini anlamağı öyrədirsə, o hansı mərhələdir? Sosial məlumatlılıqdır, empatiya. Başqalarının hissini anlamaq. Düzdür.
Deməli, gəlin bir dənə biz sizdən deməli, baxağım biz sizdən test verim sizə. Gedəyim, baxağım biz sizdən 38-ci suala. 18. 38. 38, hə. Bəli. Hə. Çoxnövlü zəka nəzəriyyəsi zehni inkişaf nəzəriyyəsi dərs zamanı müxtəlif üsullardan istifadə daha çox şagirdin öyrənməsini təmin edir. Bu çox növlüyə aiddir məncə. İnduktiv məntiq zehni inkişaf müəyyən bir mərhələsini formalaşdırır. Deduktiv məntiq zehni inkişaf müəyyən bir mərhələsini. Deduktiv də, induktiv də bu zehni inkişaf mərhələsində deyildi. Ay, sağ ol, bəli. Hansındaydı, bir deyə bilərikmi? İnduktiv aşağısı. Ay Allah. Bilirəm ay müəllimə. Ən deyim də deduktiv ən yüksək olan idi. İnduktiv bir ondan aşağı idi. Düzdür. 36-cı sualda işləyək. Deməli Düzdür, əslində. Neçə 36-ya baxın. Yəni müəllimlər 38-in cavabı oldu deyə bəndə də. Müəlliməmiz dedi ki, zehni inkişaf mərhələlərinə aiddir. C-dəndir. Elə 2-yə C və D-yə aiddirsə, bir də A və B-yə aiddir də. Yəni şagirdlərin üsulları, zəkaya malik olmaqları cavab olur deyə bəndə. 36-nı da işləyək. 36-da bir dənə qələm işarəsi məndədir o. Hə. Öyrənmə prosesində müəllim fasilitator rolunu oynamalıdır. Sosial inkişaf nəzəriyyəsi. Sən çox ağıllısan kimi ifadələr tez-tez istifadə uşaqların öyrənmə prosesinə mənfi təsir göstərə bilər. Düşüncə tərz nəzəriyyəsi. Uşaqlar öyrənməyi daim axtarışdadırlar, zehni inkişaf. Bədən kinestetik zəkaya sahib şagirdlər əşyalara toxunmağı, idman hərəkətləri çox xoşlayırlar. Əslində, məsəl üçün 4 düzdür. Hamısı düzdür burada müəllimə. Bəli, sağ ol, düzdür. Hamısı düzdür. Cavab 1-2-dir onda uyğunluq istəyir. Sağ ol, düzdür. Siz mənə deyin, görüm rəqabət, şagirdlər arasındakı rəqabət. O şagirdlərdə yaxşıdır yoxsa pisdir? Rəqabət pis. Bəs müəllim deyir, harda rəqabət gördük, onu götürmürük testdə. Müəllim neyləsə rəqabət baş verə bilər? Müəllim neydən istifadə eləsə, o uşaqlar arasında rəqabət baş verə bilər. Bunları istəyirəm sizdən ki, yəni nə şagirdlər arasında rəqabətə bizi meyləndirə bilər? Demək, müəllimlər, kurikulumun birinci olmazın rəqabətdir. Əsla rəqabət olmaz. Yəni yaxşısı da, pisi də bunun düzgün deyil. İndi nə şagirdlərdə bir-birinə rəqabət yarada bilər? Hansı addım rəqabət yarada bilər şagirdlərdə? Belə yaxşı cəhətdən rəqabət də ola bilər. Məsəl üçün müəllim bir şagirdin yaxşı oxumağını tərifləyirsə, sən çox ağıllısan, əlasan, beləsən falan desə, o birisi də deyər ki, o müəllim onu tərifləyirsə, məni də tərifləyə bilər də, mən də oxuyum. Ona çatmağa çalışa bilər. Belə bir şey müəllimə olmaz. Kurikulumda qətiyyən ziddir. Deyir, yaxşısı da, pisi də olmaz. Rəqabət varsa deməli, müəllim olmayanda bir uşaq o biri uşağa bullying eləyə bilər. Müəllim olmayanda bir uşaq o biri uşaq, artıq uşaqlar arasında dostluq olmayacaq. Saf ünsiyyət olmayacaq. Yaxşı əməkdaşlıq olmayacaq. Uşaqlar arasında, insanlar arasında bir-birinə qarşı aqressiya olacaq. Bir-birinə qarşı biraz kin olacaq. Ona görə yenə deyirəm, kurikulumda özək budur ki, sağlam düşüncə, sağlam mühit formalaşdırmaq. Artıq rəqabət varsa deyir orada, düzgün bir səmimiyyətdən söhbət gedə bilməz. Yəni uşaqlar arasında rəqabət varsa, o qaldı Sovet dövründə və deyir ona görə Sovet dövründə olan uşaqlar arasında indiki o insanlarda bu qədər deyir aqressiya var, bu qədər gərginlik var, bu qədər deyir nə bilim də mənfi hallar baş verib. Çünki elə rəqabət onları deyir bu günə qoyub. Ona görə rəqabət olmaz kurikulumda. İndi müəllimin hansı addımı rəqabətə meyləndirə bilər? Bu sualım bu idi sizə. Müəllimin elə tərifləməyi də rəqabətə yönəldə bilər. Bunu istəyirəm. Tərifləmək olmaz, düzgündür. Sağ ol. Düzdür. Təriflənmək, fərq qoymaq. Sağ ol. Mürşid müəllimə, siz mənə deyin görüm, rəqqaslar hansı intellekt tipinə malikdir? Rəqqas bədən kinestetik. Sağ ol, düzgündür. Bəs qafiyə tutmağı bacarmaq? Qafiyə tutmağı, bu musiqi. Siz mənə deyin görüm, düzdür. Siz mənə deyin görüm, deyirəm ki, müəllim şagirdlərə deyir ki, təsəvvür eləyin ki, orta əsrlər dövründə yaşayırsınız. Hansı dövlətin ərazisində yaşamaq istəyirsiniz? Müəllim uşaqlara bu sualı verirsə, uşaqlar bu zaman bunu düşünəcəksə, və yaxud da bu sualı vermək hansı intellekt tipinə malik olan şagirdləri sevindirəcək? İntellekt, inteqrasiyanı soruşursunuz? İntellekt, inteqrasiya yox, intellekt.
Deyir təsəvvür edin Təsəvvür ki, edin ki, senin də ağlın ora getsin. bildim dəqiqə, elə, bilirəm. Uşaq artıq İntellektin növləri hansılar? nə bilim, indi orada var Bilirəm. məntiqi riyazi var, verbal lingvistik var. Hə, bəli, bildim. İntellekt deyəndə təsəvvür edin ki, hə, bir dəqiqə. Bədən kinestetik, musiqili, ritmik bu da deyil. Şəxslər arası da deyil. Fərd daxili də deyil. Verbal var idi sözlərlə. Təsəvvür edin ki, deyir say müəllimə. Mühitdə, özünü həmin mühitdə təsir edir. Məkan vizual, məkan, oldu otur, orta təhsillər məkanında. Mən də Vizual. sayıram, görəm bunlardan hansıdır. Vizual, gözün qabağına gəldi, xəyala daldı, həmin məkana getdi. İki cəhətdən də məkan vizuala aiddir. Qrafik dizayner olmaq istəyənlər. Xəyalı bilmədim ay müəllimə. Müəllimə, xəyal. Sual versəz bilərəm, xəyal uşaq məni çaşdırdı. Müəllimə, məkan vizual, baxın, vizual, xəyal o deməkdir ki, vizualığa dalırsan da, heç olmayıb ki, belə gözünüzü yumub düşünürsünüz ki, indi imtahanı vermişəm, filan balı yığmışam, nə qəşəng olardı. Gözünüzün qabağına heç gəlməyibmi? Düşünməmsinizmi? Xəyala dalmırsınızmı? Odur da müəllimə, vizuallıq gözümüzün qabağına gəlir. Məkan vizualı götürəcəm, başa düşdüm müəllimə. Belə bir şey olsa, təsəvvür edin varsa məkan vizualı. O təsirlər məkanına getdi. Yenə dedim ki, iki cəhətdən oldu məkan vizual. Həm getdi o təsirlər məkanına, o dövlətə, o məkana getdi. Bu cəhətdən təsəvvür edin ki, var. O cəhətdən də yenə oldu məkan vizualı. İki tərəfindən baxanda müəllimə, məkan vizuala aid oldu. Siz mənə deyin, görün bir dənə də deməli, yaxşı müəllimə, əslində deməli. Yaxşı, hansı yaş dövründə olan şagirdlərdə əşya bağlılığı var idi? 0-2. Məsələsində olan insan, deyirəm ki, uşağın biri deyir dostlarına ki, siz nümayəndəsi seçin, müəllimdən deyə xahiş edəcəm ki, bizə ekskursiya yaparsın. Uşaq bunu deyirsə, mənəvi inkişafın hansı mərhələsindədir? Siz məni seçin, mən sizə bunu eləyim. Məni seçin, özünə yönəlmə deyil mi müəllimə? Müəllimə, mənəvi inkişaf istəyirik, qurban sizə, mənəvi inkişaf. Qəbul olunma mı, itaət və cəza mı, universal mı, sosial? Bildim. Mən təmiz qarışdırıram, üzrlü sayın. Bir dəqiqə, siz məni seçin ki, sizi ekskursiya, bu şeydir, ya müəllimə, siz mənə belə eləyin ki, mən də sizi belə eləyim, o hansıydı, individualizm. İndividualizm, bəli, individualizm düzdür. Quşid müəllimə çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Rəqsanə müəllimə, siz gəlin görək. Bəli. Salam. Məndə imtahan sabah idi də, eləmi Rəqsanə müəllimə? Məndə 24-düdür. Hə, bildim. Yenə də gəlin, eybi yoxdur. Rəqsanə müəllimə getdik. Deyirəm ki, şagirdin biri imtahan summativ zamanı dostuna kömək eləyir və deyir ki, və bunu köməyi möhtəmən eləyir də, artıq hamı eşidir ki, bu buna kömək eləyir. Deyir, qoy mən bu köməyi eləyim, hamı görsün ki, mən nə qədər qəhrəman şagirdəm. Mənəvi inkişafın hansı mərhələsidir? Qəbul olunma. Bəs əgər şagird tutaq ki, uşaqlar görürlər ki, müəllim yoxdur sinifdə. Əslində götürməyə şərait var. Deyirlər, gəlin götürdək ki, şagirdin biri deyir ki, müəllim olmasa da, müəllimin qoyduğu qayda qanunlar yerindədir. Qayda qanunda pozmaq olmaz. Hansı olur? Sosial nizam. Düzdür. Siz mənə öyrənmə şərtlərin mərhələlərini saymayın. Belə bir sual verirəm. Müəllim şagirdə deyir ki, əla. Sən misalları çox düzgün işləmirsən. Əgər biraz da öz üzərində işləsən, yaxşı ola bilərsən. Mən dediyim bu rəy öyrənmə şərtinin hansı mərhələsinə aiddir? Deməli, özün üzərində işləsən deyir. Neçənci mərhələ idi öyrənmə şərtlərində rəy vermək? Rəy verir də, elə bil ki, hə? Bəli, rəy. Deməli, 7-ci mərhələ deyildimi rəy? Əks əlaqə qurmaq. 7-ci mərhələ müəllimə, öyrənmə şərtləri 7-ci mərhələsinə aiddir. Rəqsanə müəllimə, siz mənə deyin, görün belə bir sual verirəm. Deyirəm ki, şagird əslində, şagird yox, siz müəllimlər deyirəm. Deyirəm ki, artıq iyun ayıdır, yay gəlib. Tutaq ki, Rəqsanə müəllimə artıq 10 aydır ki, dərs oxuyur və yorulub. Amma
ürəyindəki bir daxili qüvvə ona deyir ki, 15 gün qalıb. 15 gündə, 15 gün nədir? Ayın bugün 16 idi. 7 gün qalıb. 7 gündə oxu. Ondan sonra hər şey yaxşı olacaq. Ondan sonra hər şey bitəcək. Sən 5 il azadsan. Əgər elə belə bir qüvvə varsa ürəyinizdə, bu Daniel Goleman'a görə hansı mərhələyə aiddir? Yəni, Goleman'da bəli, özünüzə bir nə verirsiniz? motivasiya verirəm də. Bəli, Daniel Goleman'da motivasiyaya aiddir. Deyin görüm tutaq ki, deyir ki, çətin bir sual axtarıram, maşallah onu tapmırıq. Deməli, siz mənə deyin görüm, mən sizdən bunu soruşmamışam, bilirəm. Effektiv əks əlaqənin növləri hansılardır? Effektiv əks əlaqənin növləri. Bəli. Onu deyə bilməyəcəm. Belə proseslə yadımda saxlamışam. Yaxşı. Siz mənə deyin görüm, zəhmət olmasa, beynəlxalq qiymətləndirmənin növləri hansılardır? TIMSS deyirdik, PISA deyirdik, onları deyirdik. Bir də? Bir də nə idi? Yadımdan çıxır. TIMSS, PIRLS və PISA. Diaqnostik qiymətləndirmə nə üçündür? İlkin səviyyəsini yoxlamaq üçündür. Məsələn, biz dərsə başlayan zamanda edə bilərik. Bir də sinifə keçən zamanda diaqnostik qiymətləndirmə edə bilərik. Yəni bu rəsmi qiymətləndirmə sayılmır. Şagirdin səviyyəsini yoxlamaq üçündür. Rəqsanə müəllimə, siz mənə deyin görüm zəhmət olmasa. Deməli, siz mənə deyin görüm zəhmət olmasa. Deyirəm ki, şagird qırmızı rəngin bir neçə tonunu ayırd edə bilir. Bu şagird hansı intellekt tipinə malikdir? Bir neçə tonunu ayırd edə bilir. Deməli, intellekt tipi. Bilmədim. Rənglərlə bağlı hansıydı? Rəqsanə müəllimə, rəssamlıqla bağlı hansıydı? Bayaq müəllimə verən cavab. Bunun bir növü də deməli təsəvvür eləməklə bağlıdır. Bir gözün qabağına gətirməklə bağlıdır. Bəli, məkan vizual rəssamlarınkidir. Yaxşı. Rəqsanə müəllimə, siz mənə deyin görüm scaffolding nədir? Bunu mövzunu daha yaxşı bilən, yaxud da şagird həmən şeyi bilən başqa birisi də edə bilər, müəllim eləməyə də bilər. Ondan daha təcrübəli birisi. Ona istiqamət göstərir, yol göstərir. Aha, düzdür. Belə bir sual verirəm sizə. Deyirəm ki, tutaq ki, müəllim şagirdlərə dərsi keçməyinə baxmayaraq, şagirdlər dərsi müəllimə danışmasına baxmayaraq, şagirdlər dərslə bağlı testləri işləyə bilmirlər. Deməli, bu nüansla bağlı nə demək olar bu situasiya ilə bağlı? Mən variant qoymuram. Variant qoysam biləcəksiniz. İstəyirəm ki, siz variantı özünüz qoyasınız. Bilirsiniz ki, bunlar bizim qəbul tipli suallarımızdır. İndi müəllimlər. Deməli, istiqamət versə də şagirdlər işləyə bilmir, belə? Bəli, test işləyə bilmir. Demək, müəllim neynəməyib? Hətəl müəllimdir. Nələri pozub, neynəyib? Hər bir şeyini sayın. Planlamanı pozub da, belə çıxır ki. Planlama niyə pozsun ki, uşağa test işləyə bilmirsə? Planın nə dəxli var bura? Etik davranış kimi nəyi pozub? Yaxşı, konkret soruşuram. Mütləq buna aid bir sualımız varmı? Effektiv müəllim şagirdə aid 2 sualımız. Müəllimin dərs tipinə aid 1 sualımız. Taksonomiyaya aid 2 sualımız. Birlik dərsindən taksonomiya bir yerdə olan sualımız olacaq. İnteraktiv dərsə aid bayaq dedim 1 sual. Bullyingə aid 1 sual. Nəzəriyyələrlə bağlı situasiyaya uyğun 5 sual. Müəllimlər, diqqətli olmalıyıq. Ayın 21-dən başlayan qrupumuzda, indi bilmirəm orada kimimiz olacaq, kim olmayacaq. Mən bu elementar sualları yığışdıracağam. Ancaq situasiya üzərində gedəcək fərdi formatda sual cavabda. Ancaq situasiya. Düzdür, mövzunun izahı da olacaq ki, axşam saatlarında. Axşam 10-un yarısının, 11-in yarısının izahı. Gündüz saat 5-in yarısından 6-ya qədər də sual cavabı. Amma orada elementar sual verməyəcəm. Artıq ondan sonra 15 dərsimiz qalır cəmi. Yəni, bunlar eləməlim yüngül suallarımdır. Rəqsanə müəllimə, indi mən elə bilin ki, mən dərs keçmişəm sizə, dərsi oxuyursunuz, amma testi işləyə bilmirsiniz. Demək, müəllim neyniyib, nəyi pozub müəllim? Pedaqoji tələb kimi nəyi pozur, etik davranış kimi nəyi pozur? Tamlıq. Demək, müəllim bunu tam keçmək uşaq olmaq istəyənmir. Tamlığı pozub müəllim. Peşəkar müəllim deyil. Deməli, onu tətbiq eləməyirlər. Bəli. Həmçindəki peşəkar müəllim deyil. Peşəkar müəllim deyil, bəli. Çünki biz deyirik axı
pedagoji bəsin tamlığında həm təbii edici, həm öyrədici, həm də inkişafləndirici olmalıdır da. Şimdi belə bir sual verirəm. Şagird dərs zamanı tutaq ki, ağlamağa başlayır. Müəllim bu şagirddən soruşur ki, niyə ağlayırsan? Şagird deyir ki, məsəl üçün, testim mən dərsi anlaya bilmədim və mən bu dərsi qavraya bilməyəcəyimi düşünüb buna ağlayıram. Şagird bu cavabı verirsə, Daniel Goleman'a görə hansı mərhələdədir və ağlayan şagirdə əgər müəllim niyə belə olduğunu soruşursa, ağlayan şagirdin müəllim yanında olursa, nəyi yerinə yetirir? Dəstəkləyici mühiti yerinə yetirir. Əgər yanında olur, dəstək verir də, yəni o emosional vəziyyətinə dəstək verir. Düzdür. Bizə Daniel Goleman'a görə şagird məlumat verir ki, buna görə ağlayıram. Hansı mərhələdədir? Bu məlumatı verirsə, hansı mərhələdədir şagird? Golemanın mərhələlərini tam yerinə qoya bilmirəm. Özündəkmi, özünü idarə eləməmi, motivasiyamı, empatiyamı? Özünü idarə eləmə. Müəllimə, baxın, mən desəydim ki, bu özünü dərk edir. özündək, Mən bunu eləyə bilmirəm. müəllimə, artıq məlumat verirsə şagird ki, müəllim buna görə ağlayıram, bu özündəkdir. Desəm ki, dərs zamanı ağlayan şagird hansı mərhələdədir? Desəm dərs zamanı ağlayan uşaq da nə mərhələ deyirsən ki, müəllim uşaq özünü idarə edə bilmir də, ona görə. Ay, sağ ol. Öz emosiyasını idarə edə bilmirsə, özünü idarə eləmədi. Amma özü onu fərqindədirsə, özünü dərk edir. Ay, sağ ol. Məlumat verirsə özündəkdir, amma desəm ki, dərs zamanı ağlayırsanız mərhələ zəifdir. O olur özünü idarə etmə. Bəs müəllim bu uşağı təsəlli eləyirsə hansı mərhələ olur? Müəllim neynəsə? Təsəlli eləyirsə uşağı, təsəlli verir ki, öyrənərsən, ya öyrənmirsən ki, ən zəifləmiz belə bu dərsi qavrayır, öhdəsindən gələrsən. Bu hansı mərhələdir? Deməli, motivasiya edir. Bəli, motivasiya düzdür. Düzdür. Bu şagirdin ağlamağına baxıb gülən şagirdlərə özünüzü onun yerinə qoyun. Siz olsanız nə hiss eləyərdiniz deyə müəllim hansı mərhələni reallaşdırır? Bəli, empatiya mərhələsi. Ay, sağ ol. Empatiya gördünüzmü? Bir dənə şagirdin ağlamağından 5 sual çıxartdıq müəllimdən. Ağlamağından Daniel Goleman'ın da sosial emosional öyrənməyə dair 5 sual çıxardırıq. Deyirəm ki, şagird dərs zamanı ağlamağa başlayırsa, hansı mərhələnin inkişafına ehtiyac var? Deyirik ki, özünü idarə edə bilmir. Özünü idarə etmənin inkişafına ehtiyac var. Bu oldu özünü idarə etmə. Dərs zamanı ağlayır. Müəllim yaxınlaşıb soruşur ki, niyə ağlayırsan? Bu da niyə ağladığının səbəbini deyirsə ki, müəllim buna görə ağlayıram. Bu oldu özünü dərk mərhələsi. Müəllim bu şagirdə həvəs verirsə, ruh yüksəkliyi verirsə ki, ağlama, öhdəsindən gələrsən, bacararsan, oldu motivasiya. Bu ağlayan şagirdə uşaqlar gülürlər. Müəllim o gülənlərə deyir ki, özünüzü onun yerinə qoyun. Siz nə hiss eləyərdiniz? Bu zaman hansı oldu? Motivasiya. Həmçinin də ki, müəllim sonra bütün şagirdlərdən bir yerdə düzgün ünsiyyət qurmağı, bir-birinə qarşı kömək eləməyin lazım olduğunu, bir-birini həmişə anlamaq lazım olduğunu, insanlarla həmişə düzgün ünsiyyət qurmağın lazım olduğunu bildirirsə artıq onlar arasında müəllim ünsiyyəti reallaşdırmış olur. Aydındır? Daniel Goleman'ın 5 mərhələsinin 5-də biz dedik. Özündəki də, özünü idarə eləmən də, motivasiyan da, empatiyan da, münasibətlərin idarə edilməsində. Bu da həmçinin həm də nəyə aiddir? Sosial, emosional öyrənməyə aiddir. Rəqsanə müəllimə, birbaşa təlimin mahiyyəti nədir? Birbaşa təlim? Bəli. Rüzgünşahinin birbaşa təlim modeli. Məsələn, biz əvvəlcə köhnə dərsin qısa təkrarı ilə başlayırıq. Sonra 20 aşıyalı hissə öyrədirik uşaqlara, kiçik hissələrlə öyrədirik və deyirik ki, şagirdin fəaliyyətinə də yer ayırırıq. Məsələn, çox yükləmirik şagirdi. Nümunələr veririk, misallar deyirik. Sonra isə onların anlama qabiliyyətini yoxlayırıq. Yəni, refleksiya edirik. Ay, sağ ol. Başa düşmə səviyyələrini yoxlayırıq. Sonra da məsələn, onu deyir ki, deməli, şərait yaradırıq da, kömək eləmək, onu başa düşmədiyi şeyləri öyrənməyə şərait yaradırıq. Təlim tapşırıqlara da dəstək veririk. Düzdür. Çox sağ olun müəllimə, Rəqsanə müəllimə aktiv olmaq lazımdır. Bəyim müəllimə, gəlirsinizmi? Dünən əl qaldırırsınız müəllimə, dünən sizə vaxt çatmadı. Bəyim xanım. Yaxşı, Bəyim müəllimə yəqin ki, danışmaq istəmir. Murad Mustafayev, siz gəlin Murad müəllim.
Salam müəllimə, buyurun. Salam müəllim, axşamınız xeyir olsun. Murad müəllim, siz mənə deyin görüm zəhmət olmasa, idmanla məşğul olanlar, idmanı sevənlər hansı intellekt tipimizə aiddir? İdman. İdmanla Bəli. bədən kəskin. Bəli, düzgündür. Bədən kinestetikə aiddir, düzgündür. Siz mənə deyin görüm Piaget ilə Vygotskyinin ortaq nüansı nə idi? Bir dənə ortaq söz var idi. Hər ikisi deyirdi ki, nəyi deyirdi Piaget ilə Vygotsky hər ikisi? Uşaqlar Bəli, düz deyirsiniz. öyrənməyə oyun. Bəli, ay sağ ol. Oyunun rolu, şairin uşağın həyatında oyunun rolunu vurğulayırdı hər ikisi, düzgündür. Siz mənə deyin görüm zəhmət olmasa, Piaget'in hansı yaş dövründə induksiya idi, hansı yaş dövründə deduksiya var idi? İlk nə deyil müəllimə? Murad müəllim, deduksiya və induksiya. Deduksiya ən yüksəkdə idi formal əməlidə, induksiya isə konkret əməli mərhələdə idi. Murad müəllim, siz mənə deyin görüm, əgər şagird dərsə gecikirsə, mütəmadi olaraq dərsə gecikirsə, müəllim bu şagirddən bağlı hansı tədbiri görməlidir? Dərsə gecikirsə, Bəli. valideynə xəbərdar edə bilər. Ondan qabaq nə etmək olar? Ən asan Şagirdlə bir. bu Bəli. səbəbin danışa bilər. Bəli, şagirdlər birinci fərdi formada danışa bilər ki, niyə sən mütəmadi olaraq gecikirsən, bunun səbəbi nədir? Artıq şagirddən bunun səbəbini soruşandan sonra ona uyğun addım ata bilər. Ola bilər ki, uşaq bəlkə də avtobus gəlir, bəlkə də probkaya düşür, bəlkə də nə bilim indi haransı başqa bir dərsdən çıxıb gəlir, düzdürmü? Hər bir şey düşünmək olar. Amma artıq tutaq ki, uşaq buna özü qəsdən gecikirsə, artıq bu zaman bəli, valideynlə danışa bilərik. Amma hər bir nüansda müəllim ilk öncə bunu valideynlə danışmaq olmazdı, bilirdik də. Siz mənə deyin görüm, əgər müəllim şagirdin tutaq ki sözünü, amma elementar bir şeyə valideyninə xəbər verirsə nəyi pozmuş olurdu? Gizliliyi pozurdu da Murad müəllim. Murad müəllim, siz mənə deyin görüm, deyirəm ki, şagird iki dənə uşaq dalaşır, üçüncüsü gedib bunları ayırır. Hətta ayıran zaman belə səs-küylə ayırır ki, qoy hamı görsün ki, bunları ayıran mənəm. Bu uşaq mənəvi inkişafın hansı mərhələsindədir? Hansını pozur müəllim, yəni də Mənəvi inkişafın hansı mərhələsindədir? İki uşaq dalaşır, biri gedib bunları ayırır. Hətta bu ayıran zaman belə səs-küy salır ki, yəni ki, hamı görsün ki, ayıran mənəm də, yəni mən qəhrəmanam, mən bunları ayırdım. şəxsi maraq idi müəllim o. Müəllim, hamı görsün. Hamı görsün deyə bunu eləyirsə. İndividualizmmi, qəbul olunmamı, universalmı? Hamı görsün ki, mən beləyəm. Hansı mərhələ olur Murad müəllim? Qəbul olunma. Bəli, qəbul olunma. Hər kəs tərəfindən qəbul olunmaq üçün. Deyirəm ki, müəllim summativ zamanı şagirdin biri köçürtməyə başlayır. O digər uşaq buna narazılıq bildirir. Deyir ki, sən summativ zamanı köçürdürsən, müəllim gəlib hamımıza cəza verəcək ki, mənim təlimatımı yerinə yetirmirsiniz. Bunu düşünən uşaq mənəvi inkişafın hansı mərhələsindədir? Deyir müəllim gəlib hamıya cəza verəcək. Sağ ol, cəza düzdür müəllim. Deyirəm ki, müharibə başlayıb bilirsiniz də, indi Rusiya nə idi? İran və tutaq ki, İsrail arasında. Bu zaman şagirdin biri deyir ki, tutaq ki, İran heç vaxt bizim yanımızda olmayıb, bizim yanımızda daim olan İsraildir, elə qoy, onlar qalib gəlsin. Bunu düşünürsə, ancaq yəni bizim yanımızda olanın qalib gəlməsini istəyirsə, hansı mərhələdədir bu uşaq mənəvi inkişafda? Universal etik prinsipləri idi müəllim. Müəllim, bu demirik ki, hamı yaşasın. Demirik ki, müharibə olmasın. Müharibədə ən çox əziyyət çəkən uşaqlar və qadınlardır. Bu deyir ki, bizim yanımızda kim olubsa, o qalib gəlsin. İndividualizm öz tərəfimizdən baxır. Bizim tərəfimizdən baxır. Bəs əgər desəydi ki, İran tutaq ki, İran hər pisliyə layiqdir, İran öz əməllərinin cəzasını çəkir, İran buna layiqdir, elə qoy onlar məğlub olsunlar, onda hansı mərhələ olur?
Universal etik prinsiplər. Murad müəllim. Yenə deyirəm, universal etik prinsip olan adam deyir ki, müharibə olmasın, müharibə lazım deyil. Universal etik prinsip budur ki, hamın düşünür. Bütün şəxslərin, yəni sağlam olmasını düşünür. Amma bu bayaqki sualda bir nəfər yazmışdı ki, deməli, sosial müqavilə. Bayaqkində deyirdi ki, bizim dostumuz qoy qalib gəlsin. Çünki o bizə kömək eləmişdi. Yəni bizə kömək eləyənin qalib gəlməyini istəyir. Qarşılıq güdürdə ki, yəni bizimki qalib gəlsin. Qarşılıq. Bir də var desin ki, İran özü pis ölkədir. İran özü elə buna layiq deyil. Onlar məğlub olsun. Cümlədən cümləyə fərq var. Artıq İranın özünün hər şeyin ədalətli olduğunu düşünürsə ki, İran özü çox pis ölkədir. İran özü belə eləyir. İran özü olaya sataşmışdı deyə bu hal baş verdi. Artıq bunun ədalətli olduğunu düşünürsə, onda hansı məhəl olur ədalətlə bağlı olanlar? İtaət və cəza. Müəllim, sosial müqavilə. Murad müəllim itaət və cəzada deyir ki, məsəl üçün İran bizim qonşumuzdur. Qoy biz İranı dəstəkləyək, sonra İran gələr, nə bilim, bizə də bedinlər nüvə atsa, bütün Azərbaycan yoxdur. Qorxusundan əgər desək ki, İrandan qorxuruq, qoy İran ona görə qalib gəlsin deyiriksə, onda olur müəllim itaət və cəza. Bu amma ədalətlə düşünür. Ədalətli formada düşünür ki, İran elə buna layiqdir, qoy onlar məğlub olsun. Sosial müqavilə. Murad müəllim, siz mənə deyin, görüm zəhmət olmasa. Deməli, orada nə var idi? Piajen bilirsiniz. Öyrənmənin şərtləri hansılardır? Bir də mərhələlərini sayaq. Öyrənmənin 9 ilə ulaşdırılması. Aha, düz, əvvəlcədən, aha. Mövzunun təqdim edilməsi. Aha. Sonra öyrənməni təmin etmək. Düzdür. Bilik və bacarıqları təmin etmək. Aha, tətbiq etmək, aha. Sonra 7-ci əks əlaqə qurmaq. Ay, sağ ol, düzdür, rəy vermək. Bacarıqları möhkəmləndirmək. Aha, ölçmə faizini ölçür, səviyyəni ölçür 8-ci də, 9-cu isə ev tapşırığı verirdi. Yaxşı, Murad müəllim, biraz çox oxumalısınız. Sabahları mütləq yenə sual cavab edəcəm sizə. Müəllim, emosional intellekti oxuyursunuz müəllim, həm də mənəvi inkişafı. Mütləq müəllim, mütləq. Çünki sabahlarım demək olar ki, axır 1-2 dərsimiz qalıb. Artıq bilirsiniz də, sizə ayın 21-dən mən qoşacağam yıl qrupun hamısına. Ayın 21-dən daha başqa bir başlayırıq. Yəni, bu ikinci səkarımız da onun yanında heç nə olacaq inşallah, Allah qoysa. Fatimə xanım, siz də gəl, Osman müəllimdən Fatimə müəllimə qalıb. Siz də gəlin müəllimlər. Müəllimə buyurun. Aha, getdik. Bir də Aygün xanım, Aygün Abbasova. Mən Aygün müəlliməni tanımıram, bilmirəm. Bizim qrupdandırmı? Məncə yun qrupundan Aygün müəlliməmiz yoxdur, səhv eləmirəmsə. Getdik Fatimə. Yəni müəllimlər, belə deyim də, ancaq öz qrupumdan soruşuram. İyun qrupun dərsi idi bu gün. Mən də bir dəstək məqsədindən linkini atdım digər qruplara. Az əsməri də qoyun. Qoyun gəlmir. Hə, Fatimə xanım getdik. Fatimə xanım, siz mənə deyin görüm zəhmət olmasa, deməli, deyin görüm. Ya da biraz tez işləyək. Aha, Fatimə müəllimə, siz mənə deyin görüm, belə bir sual verirəm. Deyirəm ki, Yalanlar dəqiqədə durub Elmira xanım, çəkin. Elmira müəllimə səsimdən bağlayıram o açır. Deməli, Fatimə xanım, siz mənə deyin görüm zəhmət olmasa. Əgər tutaq ki, müəllim şagirdləri ekskursiya aparıb. Ekskursiya zamanı şagirdin biri başlayır müəllimin təlimatından kənara çıxmağa. Müəllimin dəfələrlə xəbərdarlığına baxmayaraq, şagird müəllimin təlimatını əməl eləmir. Demək, bu şagirddə Daniel Golemana görə hansı mərhələnin inkişafına ehtiyac var? Golemana görə. Bəli. İndi uşaq təlimatları pozur da, özünü apara bilmir. Nə deyirdik kompetensiya ilə bağlı olanda buna? Necə? Özünü idarə etmir. Bəli, baxın, özünü idarə edə bilmir. Təlimatlara uyğun davranmır, özünü idarə edə bilmir, düzgündür. Aysa o, indiki ekskursiya zamanı təlimatları pozur, neyinir? Özünü idarə etməsi yoxdur bu şagirdin. Kompetensiya kimi nəyi pozulmuş olurdu onda? Əgər müəllimin dediklərini eləmirsə, kompetensiya kimi sosial nizamı yox.
Şəxsi sosial və öyrənməyi öyrənmək. Şəxsi sosial bəli müəllimə. Aha. Siz indi yaxşı belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərdən əgər imtahanda birinci şansda az bal yığsanız neyini yərsiniz sualını verir. Şagirdin biri bu zaman deyir ki, mən tutaq ki, bu zaman çox məyus olaram, bütün hazırlıqları da yandıraram. Şagird bu cavabı verirsə, o şagirddə Daniel Goleman'da hansı mərhələ var? Müəllimə üzr istəyirəm. Məndə səs qırıqdır, eşitmədim sizin dediklərinizi. Bir də deyirəm. Deyirəm ki, müəllim şagirdlərə sual verir ki, əgər birinci şans buraxılış imtahanından, blok imtahanından aşağı bal yığsanız neyini yersiniz? Şagirdin bir də qayıdıb deyir ki, müəllim, mən ondan sonra bütün həvəsim itər, heç sənədlərimi də vermərəm, növbət dəfəyə də hazırlaşmaram. Çünki mən tez həvəsdən düşən biriyəm. Uşaqda Daniel Goleman görə qapalı üçün. Qapalı üçün də düzgündür. Daniel Goleman da bəs hansı mərhələdir? Deyir müəllim, mən tez həvəsdən düşən biriyəm. Özünün tez həvəsin etdiyini bildirir müəllimə. Daniel Goleman'da da, sosial, emosional öyrənmədə də hansı mərhələdir? Özünü dərk. Özünü dərk edir, məlumat verir, sağ ol, düzgündür. Bəs bu sualı verirəm. Deyirəm ki, müəllim şagirddən bunu eşidir və uşağa deyir ki, imtahandan az bal yığmaq dünyanın sonu deyil. O bir ildə imtahan verə bilərsən, növbət ayda verə bilərsən, hər şey alına bilər, hər şey bacara bilər. Allahım yəni. Şimdi sözlə qonaqlıqda mənə qulaq asır, bütün qonaqlıq məni dinləyir. Buradan onlara salam deyirəm. Deməli, deyirəm ki, indi müəllim bəs şagirdə bu zaman deyirsə ki, dünyanın sonu deyil, hər şeyi bacara bilərsən, öhdəsindən gələ bilərsən, niyə onda qəhvəsən düşürsünüz, hər şey alına bilər növbəti ayda. Bəs bunda müəllim şagirdə Daniel Goleman'da hansı mərhələni reallaşdırır? Bunu motivasiya edir ki, yəni sən bacara bilərsən bunu, motivasiya mərhələsi. Aha. Bəs şagird deyir ki, yox müəllim, mən həyatımla bağlı bütün qərarları özüm verirəm. Bir dəfə qərar verdimsə vəssalam. Onda mənim qərarımı heç kim dəyişə bilməz. Uşaq bu sözü deyirsə, sosial, emosional öyrənmədə hansı mərhələdə olduğunu düşünmək olar? Qəbul etməsi var. Amma müəllim də tutaq ki, oturub düşünür ki, bəlkə də mən də o şagirdin yerinə olsam, 3 illik əziyyətim boşa getsə, mən də artıq bir adım il atmaq istəmərəm. Onda müəllim hansı mərhələdə olur? Artıq indi özünü qoydu onun yerinə müəllim. Şagirdinə bu empatiyadır. Sağ ol, empatiya düzgündür. Siz mənə deyin görüm, zəhmət olmasa belə sual verəm, belə bir sual verəm. Deyirəm gəmi qəzaya uğrayır. O sual Ömərlərlə tanış sualdır. Əvvəlcə də bu sualı çox vermişəm. Deməli, qəzaya uğrayır. Gəminin kapitanı indi bir addım atmalıdır. Bu gəminin kapitanı düşünür ki, mən hamını xilas eləməliyəm. Hamının gözləyəni var. Hamının canı kapitan məvi hansı mərhələsindədir? Bu səlahiyyət əgər məsələyə düşsə, bu universality prinsip. Düzdür. Çünki imkan vermirlər. Çünki imkan vermirlər bu səsi açıq qoyanlar ki, biz bunların dərsimizi keçək. Osman müəllimə yox, Osman müəllimə deyilmiş. Bağladı. Deməli, Fatimə xanım, indi siz mənə deyin görüm. Deməli, deyirəm ki, bax, bu kapitan deyir ki, burada bir insanın belə başına bir iş gəlsə, mən buna cavab deyəm. Mən artıq o zaman mühafizə cavab vermək olacam. Kapitan bunu düşünürsə hansı mərhələdədir? Əgər bir insanı belə düşünürsə, burada yəni əgər ədalətlə söhbət gedirsə, sosial müqavilədir. Müəllimə deyir ki, bir nəfərin belə başına bir iş gəlsə, məni tutacaqlar. Mən, Fatimə xanım, sizin yanınızda nə var? Kompüter mi var, naushnik mi var, televizor mu var yanınızda, bilmirəm. Fatimə xanım, naushnik var sizdə, naushnik mi, kompüter mi, yanınızda televizor mu var? Yox, mənə necə narahat edir. Yoxsa echo sizdən gəlir elə bil, ona görə deyirəm. Yox, uşaq problem deyil, Allah saxlasın, narahat olmayın. Deməli, bir də deyirəm müəllimə, deyir ki, məni gəlib tutacaqlar. Bir nəfər də deyir, başına bir iş gəlsə, məni tutacaqlar. Qorxursa ondan... Cəza istəmişdim, ona görə. Yəni, qorxursa, deməli, hikayət və cəzadır. Sağ ol, düzgündür. Siz mənə deyin görüm, zəhmət olmasa, şəxsiyyətin yaş dövrləri hansılardır? Bu 0-2 yaş, hissələrdir. Zehni inkişaf demirəm. Zehni inkişaf yox. Zehni inkişaf yox. Şəxsiyyətin yaş dövrlərini istəyirəm. Şəxsiyyətin yaş dövrləri? Bunu xatırlamadım mən.
Yaxşı. Bioloji, Bəlkə də sosial var. konsepsiyalarımızdan danışın bizə. Hansı konsepsiyalarımız var? Bəli. Vermişdim də. Sosial məsələ verən mən dalından konsepsiyalar yəni vermişdim. Bioloji, sosioloji və biososioloji konsepsiya. Baxmamısınızsa eybi yox. Hə, müəllimə yox. İndi siz mənə deyin görün Fatimə müəllimə. Deyirəm ki, şagirdin biri mütləq keçirilən dərsi yazıb ondan sonra anlaya bilir. Bu şagird hansı özü yazmalıdır, ondan sonra anlamalıdır. Bu şagird hansı intellekt tipinə malikdir? Yazıb anlayırsa bir dəqiqə oxuyub yazaraqdır da o. İntellekt tipi istəyirəm. İntellektin tipləri, bəli, öyrənmə tərzi oxuyub yazmağa aiddir. Gözümün qabağında olsa taparam. İndi yadıma düşmür o söz. Yəni onu bilirəm. Yaxşı. Məkan vizualmı, verbal lingvistikmi, məntiqi riyazimi? Yazma. Bəli, verbal lingvistik düzgündür. Statistik çalışmağı sevənlər hansı intellekt tipinə aiddir? Statistika, yəni riyazi varsa məntiqi riyazi olar da. Ay, sağ ol, düzgündür. Fatimə xanım minnətdaram. Çox sağ olun sizə də. Fatimə müəllimə axırıncı dərsimizi mütləq oxuyun. Osman müəllim gəlin. Yaxşı. Salam müəllimə, vaxt xeyir olsun. Salam müəllim, vaxtınız xeyir olsun. Osman müəllim, siz Fatimə xanımın sualına cavab verə bilərsinizmi? Bioloji, sosioloji və yəni yaxşı belə bir sual verirəm. Elə bir düzü bir cavab verin də. Yəni deyin ki, müəllim yox, müəllimlər PDF halına salmaq artıq müəllif hüquqlarına ziddir. Yəni belə deyim də, gördüyünüz kimi də görüb başqa bir şeylər baş verdi. Ona görə mənlər sala bilmirəm. İnanın ki, onun izahını verəcəkməyə tərəddüd eləyirəm ki, yəni problem olmasın da. Yəni düzdür, heç bir məncə şey olmaz, amma yenə də baxmayaq da insanlıq. Ona görə yox, onu sala bilmərəm PDF halına. Hə, Osman müəllim, bioloji konsepsiyalar nəyi deyirdi? Yəni bioloji əsas irsiyyətdən önəm verirdi. Yəni burada irsi keçir şagirdlərin Sağ ol. Düzdür. Xarakteri. Sosioloji ətraf mühit, biososioloji hər ikisi. Həm sosial mühit, həm də irsi. Aha, düzdür. Osman müəllim, belə bir sual verirəm sizə. Deyirəm ki, müəllim, tutaq ki, bir dənə düzüm qoşub sualı. Hə, deyirəm ki, şagirdlər, tutaq ki, müəllim şagirdləri muzeyə aparır. Şagirdin biri muzeydə başlayır, tutaq ki, uşaqları başdan çıxartmağa ki, məsəl üçün biz, tutaq ki, muzeydəki bəzi eksponatlara əl vurmaq olmaz, amma gəlin biz buradakı eksponatları bir yaxından incələyək. Biz çünki tarixçi olmaq istəyirik. Şagird də təlimatları pozmağa yəni cəhd edir də. Əgər şagird belə bir işə cəhd edirsə, bu şagirdlərdə Daniel Goleman'da hansı mərhələnin inkişafına ehtiyac var? Özünü idarə etmə. Bəs deyirəm ki, müəllim şagirdlərə bu anda sual verir ki, uşaqlar, bəs siz niyə belə eləyirsiniz? Uşağın biri deyir, cavab verir ki, qayıdıb müəllimə. Müəllim, tutaq ki, biz onları sındırmayacağıq. Biz düşündük ki, bu normal bir haldır. Şagird bu cavabı verirsə, bəs hansı mərhələ var onda Daniel Goleman'a görə? Artıq niyə bunu elədiyini deyir də, niyə bunu elədiyinə aid məlumat verir müəllimə. Tutaq ki, deyirəm ki, Osman müəllim, neçə gündür yoxsunuz, dərsə niyə qoşulmurdunuz? Siz də özünüzü bilirsiniz də niyə qoşulmursunuzsa, özünüzün səbəbinizi bilirsiniz. O səbəbi dərk edib deyirsiniz ki, müəllim buna görə qoşulmurdum. Artıq o Daniel Goleman'da hansı mərhələ olur? Özün dərk mərhələsi olur da. Yəni, insan özü haqqında verdiyi məlumat özün dərkə aiddir. Belə bir sual verirəm. Deyirəm ki, iki şagird dalaşır, üçüncü şagird gedib onları ayırmır. Deyirlər ki, niyə ayırmırsan? Axı sən bunları ayıra bilərsən. Deyir, ona görə ayırmıram ki, o döyülən uşaq döyülməyə layiqdir. O özü hər zaman özündən zəiflərə qarşı güc nümayiş etdirir. Uşaq bunu deyirsə, mənəvi inkişafın hansı mərhələsindədir? Sosial müqavilə. Sosial müqavilə. Belə bir sual verirəm. Deyirəm ki,
şagird sinifə yeni bir şagird gəlir. Bu şagird tutaq ki, başqa bir sinifdən dəcəlliyinə görə qovulan, çıxarılan şagirddir. Bu şagird gəldiyi sinifdə də uşaqlar bunu qəbul etmək istəmirlər, ona ünsiyyət qurmurlar, ona qarşı aqressiya göstərirlər. Bu sinifin sinif rəhbəri bu situasiya ilə bağlı nə etməlidir? Burada ilk buzqana istifadə etməlidir strategiyasından. Sonra? Daha sonra bunlarla daha çox əməkdaşlığa söhbət eləməlidir. Bunlar qrup işlərinə söhbət eləməlidir. Daha sonra burada icazə verməməlidir bullying yaransın, burada hansısa sosial bullying yaransın, onun qarşısında olmalıdır. Bunun üçün dəyərlər formalaşdırılmalıdır. Aha. Düzdür. Həmçindəki o şagird başqa sinifdən çıxarılıbsa, artıq müəllim o şagird sinifə gəlməmiş, o uşaqlara bildirə bilər ki, yəni kimliyindən asılı olmayaraq biz gələn şagirdi qəbul etməliyik. Yəni bu şagirdlə biz normal ünsiyyət qurmalıyıq və həmin o şagirdlə müəllim fərdi formada danışmalıdır ki, artıq əvvəlki sinifdə elədiyi halları bu sinifdə də eləmək, o halları olmasın. Yəni şagirdlə müəllim bir danışmalıdır fərdi. Amma təbii ki, normal bir etik çərçivə daxilində. Siz mənə deyin görüm, əgər valideyn övladının valideyn izdaslarına gəlməkdən boyun qaçırırsa, müəllimin zəngini açmırsa, müəllim bununla bağlı nə etməlidir? Müəllim ilk növbədə bunun səbəbini araşdırmalıdır. Əgər səbəbini yenidən dəfələrlə zəng edirsə, israrlı olmalıdır müəllim. Əgər valideyn nəsə işi ilə əlaqədardırsa, bunu başa düşmək lazımdır, yəni empatiya göstərmək lazımdır. Müəllim israrlı olmalıdır bu konuda. Müəllim israrlı olmalıdır. Düzdür. Və yaxud da ola bilər ki, valideynin səbəbi var deyə gəlmir. Bəlkə də valideyn müəllim ancaq uşağın səhvlərini vurğulayıb deyə gəlmirsə də, müəllim bundan sonra o şagirdin bir pozitiv nüanslarla bağlı da tez-tez o valideynə zərf edib xəbər verməlidir. Haqqında valideyn tez-tez məlumatlandırmalıdır. Ay sağ ol, düzgündür. Osman müəllim, siz mənə deyin görüm zəhmət olmasa, bizdə tutaq ki, deməli bizdə əgər şagird əsər yazmağı sevirsə, bu şagird hansı intellekt tipinə malikdir? Əsər yazırsa verbal lingvistik intellektə malikdir. şey Düz deyirsiniz, düzdür. Mozaik prinsipi hansıdır? Siz bu dərslərimizdə də olmamısınız. Ona görə buradan da sual verirəm. Mozaik şairin 6 prinsipi hansıdır? Birinci Təkrar. Cəlb etmə. Təkrardan başlayırdı müəllim. Cəlb etmə sorğu və araşdırmadaydı. Bu təkrardan başlayır. Birinci təkrar müəllim. Aha. Sonra hissə vermək, dərs keçmək. Daha sonra nümunələr göstərmək. Düz demisiniz. Nümunələr göstərmək, sonra anlamanı yoxlamaq. Aha. Daha sonra tapşırıqlarla müəllimin köməkçi rolunu iştirak etmək və bir də möhkəmləndirilməsi, ev tapşırıqları vermək. Aha. Və siz mənə deyin görüm, sinxron və asinxrondan, layihə və öyrənməklə, oyun və oyunlaşdırma ilə bunların fərqi nə idi Osman müəllim? Sinxron. Bunların hamısının fərqi müəllim. Müəllim, asinxron və sinxron fərqi nə idi? Birinci bunu deyin. Asinxron müəllim, sinxron canlı dərslər idi. Yəni bu canlı dərslər düzdür. Bu hər qismən onlayn və canlı şəkildə ola bilər. Ən çox ancaq sinxron canlı dərslər üstünlük verir və müəllimlə şagirdin arasında ünsiyyət daha tez olurdu. Asinxron isə daha məsəl üçün şagirdlərin metodoloji bacarıqlarını gücləndirirdi. Müəllim öz mövzunu atırdı onlayn şəkildə. Şagirdlər öz istədiyi vaxta uyğun öyrənə bilərdilər də. Və daha məsələn hər ikisində oxşayacaq, amma müəllimlərlə əlaqə yaratmaq mümkün olmağı idi. Birində sinxron gec olur, ancaq sinxron. Düzdür müəllim. Müəllim, oyun və oyunlaşdırmanın fərqi nə idi? Oyun əsaslı və oyunlaşdırma. Birini müəllim, birində cümləni deyə bilərsiniz. Birində özümüzü oynayırıq, birində başqa biri rolundayıq. Özümüzü oynadığımız hansıdır? Oyunlaşdırmada, bəli. Oyunlaşdırmada özümüzük. Milyonçudur, əlaçıdır oyunlarıdır. Özümüzün vəkil versiyamızdır, böyüyəndə, həkim versiyamızdır, müəllim versiyamızdır. Özümüzük. Özümüz isə bu simulyasiya üsuluna uyğundur da oyunlaşdırma. Amma oyun əsaslı da isə biologiya dərsində demişdim ki, meyvə idik, bitki idik. Coğrafiya dərsində bizim adımız olurdu bir ölçü adı. Tarix dərsində olurduq biz dövlət adı. Kimyada olurduq maddə adı. Oyunda isə başqa bir maddəyik, başqa bir insandıq. Nə bilim, tutaq ki, Şah İsmail Xətai,
ölkəyik, Osmanlıyıq, yəni başqa bir ölkəyik. O isə oyun idi. Oyunda başqa biri, oyunlaşdırmada isə özümüz idik. Osman müəllim, hansı iş üsulumuz idi ki, bu iş üsulumuzda komanda işinə hörmət var idi? Komanda işinə burada iki dənə ümumiyyətlə komanda işi, qrup işi bir şeydə idi, mən akvaryumda var idi. Bir də yoldaş qiymətləndirməsi istəmirəm müəllim. Deyirəm ki, komanda işinə hörmət. Bir dənəsi var idi, hamı öz fikrində yerdi. Amma axırda orada ölçürdük, biçirdik, bir dənəsini götürürdük. Bunlar da deyir, o hamının fikrini hörmət eləmədilər ki, bu fikri götürmüşük. Qərarlar ağac, qərarlar ağacı. Beyin həmləsində heç kimin fikrinə müdaxilə olunmurdu. Beyin həmləsində hamı fikrini götürür. Qərarlar ağacıdır. Osman müəllim, diaqnostik qiymətləndirmə nə üçün idi? Diaqnostik qiymətləndirmə müəllim ilk dəfə dərsə başlayarkən, daha dərsin əvvəlində bu diaqnostik qiymətləndirməni yerinə yetirir. Şagirdlərin biliş və bacarıq səviyyəsini diferensiyalaşdırmanı daha doğrusu ölçmək üçün. Məktəbi dəyişəndə, sinifi dəyişəndə, yeni müəllim gələndə şagirdlərin dərəcəsini ölçmək üçün aparılan qiymətləndirmə hansıdır? Dərəcə ölçmək üçün. Dərəcə ölçmək üçün kəmiyyətlə ölçülməlidir. Bu da summativ qiymətləndirmədir. İrəliləyişini izləmək hansıdır? İrəliləyişini izləmək hansıdır? İrəliləyişini izləmək isə formativ qiymətləndirmədir. Siz mənə deyin görüm, formativin keçirilmə üsulları hansı ola bilər? Formativ müşahidə və müşahidə üsulu ilə müşahidə, rəy, testdən, sual cavabdan, karuseldən, yoldaş qiymətləndirməsi, bunlar hamısı müəllim bunun növləri idi də, rubriklərdə bunun növü idi də, formativin keçirilmə yolları idi. Bəli. Osman müəllim, siz mənə deyin görüm zəhmət olmasa, Piaget ilə Vygotsky'nin fərqi nə idi? Piaget yaş xüsusiyyətini nəzərə alır. Planda düşürdü. Amma Vygotsky'də birinci sosial öyrənmə, yəni sosial ətraf mühit öncəlik götürülürdü. Daha doğrusu idrak isə ikinci götürülürdü. Belə sonra nə fərqi var idi olan? Yaxşı. Siz mənə görüm zəhmət olmasa, müəllim. Deməli, sizin rəhbəri şagird deyir ki, şagirdə deyir ki, siz növbəti ildən sinif olmağımı istəyirsinizsə, bununla bağlı yazın verin. Mən rəhbər olduğum sizi çox gəzin yaparam. Sizin rəhbəri bunu eləyirsə, burada mənəvi inkişafın hansı mərhələsindədir? Deyirsiniz, mən seçin yenə sinif rəhbəri kimi. Mən də sizə belə eləyəcəm. İndividualizm. Deyirəm ki, şagird tutaq ki, əslində öz qrupunu istəyir. Amma öz qrupunu deyişmiş ki, deyər ki, oldu gücü satmadı bunun filan qrupa verməyə. Uşaq bunu düşünürsə, mənəvi inkişafın mərhələsi bunda var, bu halda var və bu uşaqda sosial emosional öyrənmədə hansı mərhələ? Qəbul olmadı. İndi bu da öz qərarını özü verənmir də, cəmaatı düşünür. Özü verənmir qərarını. Hansıdır elə sosial emosional öyrənmədə bu? Bu da qərar qəbul etmə. Qərar qəbul etməsi yoxdur. Qərar qəbul etmə. Bəli, düzdür. Qərar qəbul etməsi yoxdur, bağlı. Belə. Osman müəllim, sonlandırıram. Çox sağ olun sizi də. Deməli, nişan əliməklə çıxaq qalaq. Müəllimlər sabahlarım soruşam sizdən. İnanın ki, 2 saatdır gözünüz görürsünüz ki, mən dayanmıram. Ancaq danışıram. Müəllimlər sağollaşıram. Sabahlarım saat 16:00-da görüşürük. Sağ olun müəllimlər. Elə həmin o digər açdığım mühtəşər qrupunda, yəni ödənişsiz qrupunda müəllimlər sabah dəyəcək. Yəni bu gün dərsimiz olacaq. Elə o 2 saat bu gün də içdim. Müəllimlər sabahlarım saatimiz olacaq. Sabahlarım həmzə olacaq. Sağ olun. Sabahlarım görüşərik. Sabahımızın